Başladıq. Belə bir sual verirəm. Deyirəm ki, şagirdlər. Biologiya gecəsində, şagirdin bir biologiya gecəsində aparıcı qismində çıxış eləyir. Şagird nitqini çox gözəl danışır. Hətta o uşağın nitqi müəllimləri və direktorların fikrini cəlb eləyir, diqqətini cəlb eləyir. Uşaqdır, aparıcı kimi çıxış eləyib. Bu uşaqda hansı kompetensiya var? Bax, ən rahat sualım. Sahibkarlıq. Leyla xanım, aparıcıdır. Aparıcı Hı nitqi hı. var uşağın deməkdir. Nitqi varsa, deməli bu kitab oxuyub deməkdir. Kitab oxumaq, Aha. nitqin olması, danışığın olması, yaxşı ünsiyyət qurmaq. Savad. Ay sağ ol, bax savadlılıq. Ay sağ ol. Nitq görmək, yəni bir insan, indi belə deyim də, kimisə yaxşı bir nitqi varsa həmişə şübhələn ki, o insan kitab oxuyur. İnsanın nitqi kitab oxuması formalaşmır. Bəzən deyirlər ki, müəllimə, neyniyək ki, bizim nə bilim də yaxşı nitqimiz olsun. Uşaqlar deyir, elə bunu abituriyentlər deyir. Yəni ki, kitab oxu. Kitab oxumasan sən nitqin formalaşmaz. Bizim bugünkü gün gənclərimizin birinci problemi kitab oxumurlar deyə 700 bal yığsa belə ağzını açıb 3 kəlmə demək qabiliyyəti yoxdur. Çünki ancaq özünün üstündə 5 hazırlığına gedib, hazırlığı oxuyub əssalam. Nitq nədir? Savadlılıqdır. İkinci belə bir sual verirəm. Deyirəm ki, şagirdlər Aha. kartondan, dəmirdən, plastikdən ürək fiquru hazırlamışdı. Hətta bu ürək düymə ilə işləyirdi, düymə ilə döyünürdü. Yəni tok qoşurdular, ürək döyünməyə başlayırdı. Bu uşaqlarda hansı kompetensiya olub ki, bunu eləyiblər? Riyazi elmi mühəndislik. Ay, sağ ol. Əla, düzdür. Belə bir sual verirəm. Deyirəm ki, Aytəkin müəllimə deyir ki, Hı. Leyla xanım, siz tutaq ki, siz özünüzə yeni bir mərkəz açmaq istəyirsiniz, yeni bir iş açmaq istəyirsiniz. Elə bir ad tapın ki, həmin addan sizi bütün Goranboy tanısın. Hı. Mən səndə, qızım dur, mənə su ver. Həsim yenə batdı. Mən sizdə hansı kompetensiya formalaşdırmaq istəyirəm? Deyirəm ki, elə bir ad tap ki, həmin addan sən diqqət cəlb elə. Hamı desin ki, filan yeri deyirsən, yeni bir ideya qur. Orada yaxşı bir loqo qur. Burada hansı kompetensiya olmalıdır? Loqon olmalıdır. Rə- Hə, Rəqəmsal. yox. Bax, deyirəm ki, sən özünə bir iş qurmalısan. Ona arenda verirsən, pul ödəyirsən. Elə bir iş qur ki, pulun batmasın da. İş qurmaqdasa bu sahibkarlıq ola Yəni də, bilər. bax onu deyirəm də, bax odur. Ay sağ ol. Hı. Sizin işiniz nə vaxt yaşanıla bilər? Yaxşı adın olarsa, yaxşı reklamın olarsa, yaxşı bir təşəbbüsün olarsa, yaxşı bir iş görərsənsə, sən ondan qabağa gedə bilərsən də. İdeal olmalıdır, adın olmalıdır, loqon olmalıdır, yaradıcılığın olmalıdır. Aydındır? Sahibkarlıq bax düz deyirdiniz. Deyirəm ki, indi uşaqlara deyirsiniz ki, gedin biologiya haqqında slayd hazırlayın. Uşaq slayd hazırlayırsa hansı kompetensiyaya aiddir? Rəqəmsal. Bax, bu rəqəmsal slayddır. Hı. Deyirəm ki, sizin mərkəzə tutaq ki, kimsə gəlir xarici ölkədən. Görürsən ki, bu insan özünün tutaq ki, sizdən xahiş edir ki, mərkəzinizdə bizim milli mahnımızı qoyun, biz buna qulaq asaq. Siz deyirsiniz ki, sizin milli mahnınızın nə işi var mənim mərkəzimdə? Sən başqa ölkənin milli mahnısını lağa qoyursan ki, bizə lazım deyil. Demək sizdə hansı kompetensiya yoxdur? Hmm, qoymuram Milli sağ. geyim. Milli mədəni. Ay, sağ ol, mədəni məlumatlıq, düzdür. Deyirəm ki, sizin bir şagirdiniz var. İçəriyə Hə. içəri, mərkəzə kim girsə, onunla danışmağa başlayır, qışqırmağı salır, daima aqressiv olur, daima kobud olur. Deyirəm, bu uşaqda hansı kompetensiya yoxdur? Hə. Bax, Fəal içəri yox, vətəndaş. müəllimə, yox, Hə. qulaq as. Bax, elə bil ki, uşaq olmasın. İndi lap Hı. kimsədir də, yolda görürsən ki, danışır, telefonla danışır, qışqıra. Yolda elə həqiqətən eləyir ki, bu qorxur. Yolda qışqırır, söyür. Deyirsən ki, bu insanda özünə aparan var. Nə deməkdir bu? Hansı kompetensiya olur? Özünə aparmaqla bağlı. Şəxsi sosial. Ay sağ ol, bax o, ay sağ ol. İnsan davadalaş salması, səs-küy salması, konfliktə girməsi, dava eləməsi, şəxsi sosial öyrənməklə bağlıdır. Özlü. Ay, özü aparamır da sosial mühitdə sizin mərkəzdə, mən bu dərsimdə sosial mühitdir. Burada özümüz necə aparmalıyıq? Normal, nəzakətli, mədən olmalıyıq. Aydındır? Bax, onu bacarmırıqsa, deməli bizdə şəxsi sosial yoxdur. Buradakı mədəniyyət ondan deyil. Bu dərsdə mədəni məlumatlıq deyəndə bir dənə başqa ölkə mədəniyyəti, başqa ölkənin dini, başqa ölkənin musiqisi ona hörmət etməyə aiddir. Deyirəm ki, bir şagirdiniz var. Bu şagird deyir ki, mən gələcəkdə loqoped olacağam. Bu uşaqda hansı Hə. kompetensiya var? Özünlə bağlı yenə.
Uşaq plan qurub, məsələn, Şəxsi, sosial. ay sağ ol, ay sağ ol, əla, düzdür. Deyirəm ki, öyrənirik artıq. Deyirəm ki, bir nəfər, yox, siz öz sözünüzə aid qoy deyib. Deyirəm ki, siz uşaqlara deyirsiniz ki, biologiya dərsində. Get, Hə, get mənə. Tutaq ki, insan bədənindən 5 saat ərzində nə qədər qan dövrü olunursa, bunu tap. hə. Hə, burada hansı Bu inteqrasiya var? riyazi, riyazi. Riyazidir. Düzdür. Kompetisiya budur. Məsələn, inteqrasiya hansıdır? İnteqrasiya. Uşaq biologiya dərsində məsələ hesablayırsan. Hansı inteqrasiya oldu? Fən daxili. Fənlər arası. İşte Riyazi. federasiya, sağ ol, düzdür. Deyirəm ki, şagird biologiya dərsində yuxu məsələlərini öyrənir, evə gedib yatdığı zaman özünün neçə saat yatdığını hesablamaya çalışırdı. Fənlər üstü. Sağ ol, fənn üstü. Deyirəm ki, şagird biologiya dərsində ürəyi fiquru şəklini çəkirdi və həmin şəklin boyamağa başlamışdı. Hansı inteqrasiya var? Fənlər arası. Sağ ol, düzdür. Bəs sizcə deyirəm ki, şagirdin biri gedir, biologiyaya aid tutaq ki, kompüterdə araşdırma eləyir və biologiyaya aid yaxşı bir tutaq ki, proqram hazırlayır. Bu uşaqda hansı kompetensiya var? Fənlər arası. Düzdür, inteqrasiya bəli odur. Kompetensiya hansıdır? Nə? Kompetensiya. Rəqəmsal. Sağ ol, rəqəmsal. Deyirəm ki, deyirəm ki, başqa insanlara qarşı nəzakətli olmaq. Bu hansı kompetensiyaya aiddir? Nəzakətli olmaq. Bəli. Göz deyirsən. Şəxsi. Bəli, şəxsi sosial öyrənmək. Leyla xanım, öyrənməkdən qorxmursan. Bir də mənə yazsay ki, müəllim bunu öyrənməmişəm, sizə küsəcəm, yaxşımı? Bacarırıq, amma cəhd eləmirsiniz. Oxuya bilirsiniz, cavab verə bilirsiniz. Sadəcə bəlkə vaxt azlığını bilmirəm. Müəllimə qaydaları dinlə, dərsi dinlə, dərsi oxu, testi etdik mənə at. Yaxşımı? Yaxşı. Diqqətli olun. Bax, mən görürəm ki, bacarırıq, öyrənirik. Sadəcə özümüzə inanmamız yoxdur. Füzuli müəllim gəlirsən. Salam, axşamınız xeyir olsun. Salam müəllim, axşamınız xeyir, xoş gördük sizi. Başlayaq Sağ olun. mı? Siz də dərslərlə Mən bioloji dərsiniz, elə? hazırlıqlıram, bəli, biologiya da hazırlıqlıram da dərslərə amma. Necə? Bir dənə o ilk qoşulduğum vaxtı orada dərsdə iştirak eləmişəm. Nə dərsləri oxumuşam, nə də ki videolara baxmışam. Ben niyə? Niyə bəs? Ona görə mən 3 gün daha bunlar yazmışdınız, zəng eləmişdiniz, 40 dəqiqə biz danışmışdıq sizdən. Ona görə Amma belə sual verirsiniz də indi bildiyimi deyərəm. yaxşı. Bilmədiyimə ki. Müəllim, bu dərs elə dərsdir ki, müəllim, elə dərsdir ki, bu dərslər 5 günə, həftənin 3-cü gündə müəllim, bunların 3-ünü də çatdırmaq olar. Yəni hələ bir çox dərs keçməmişik. Özünüzdən çox şey yazsındı müəllimlər. Bir də Başlayalım. 3-cü gün qoşulmuşdum, amma yox, 5-ci gün qoşulmuşdum da ki, birinci dərsdə qoşulmuşdum. Ondan sonra Yaxşı, indi müəllim verəcəm ikinci sual. yaxşı, tamam. Deyirəm ki, qoy belə bir sual verirəm. Onsuz biləcəyiniz bir şeydir. Deyirəm ki, şagird biologiya dərsində fotosintez prosesini, həmin proses zamanı alınan reaksiyanın tənliyini yazır. Şagird biologiya dərsində fotosintezin nə olduğunu deyir, həmin hadisə zamanı hansı reaksiyanın alındığını yazır, həm də reaksiyanı əmsallaşdırır. Burada hansı inteqrasiya var? İnteqrasiya. Bax, biologiya Aha. İnteqrasiya var. Yəni bu fənlər arası olsun. Sağ ol. Kimya ilə biologiya, düzdürmü? Sağ ol. Deyirəm ki, şagird fotosintez prosesini öyrənmişdi. Şəxsən mən özüm bunu eləmişəm. Uşaq gedir evdə, bir dipçək götürür, həmin dipçəyə qarşı, həmin reaksiyanı aparır. Burada hansı inteqrasiya var? Bu həyatda tətbiq eləyir də bu Sağ fənn ol. üstü. Fənn üstü, gözəl, düzgündür. Deyirəm ki, müəllim şagirdlərə məməlilər sinifinin qan dövranının keçdiyi zaman qayıdır balıqların, quşların qan dövranından sual verir. Hansı inteqrasiya var? Bu fənn daxilidir. Hansı növüdür? Fənn daxilinin üfüqidir. Sağ ol. Hamısı logiyaya aiddir də, eyni sinifdir. Fənn daxili üfüqi, düzgündür. Bəli. Deyirəm müəllim şagirdlərə Darwinin təkamül nəzəriyyəsini keçdiyi zaman 11-ci sinifdə, mən bunu belə bilirəm, qayıdır şagirdə qıcılar, qatır quyruğu, onların yaranmasından danışır. Onlara aid suallar verir. Hansı inteqrasiya var? Biri 6-dır, biri 11-dir. Yaxşı. Müəllim, inteqrasiyadan bağlı problemimiz məncə yoxdur, amma diqqətli olmalıyıq. Deyirəm ki, Bunlar köhnə bilirlər deyə mən təzə heç nə yenidən Mən belə bu başlamadım. təsələ bu da onsuz da. Mən narahat olmayın. Eynidir də. İnteqrasiya dəyişməyib. Olduğu kimi qalıb. Problem yoxdur. Belə bir sual verirəm sizə. Deyirəm ki, Füzuli müəllim şagirdləri yarış aparır.
Şagirdlər biologiya olimpiadasındakı yarışda qalib gəlirlər. Hətta onlar o yarış zamanı öz kəndlərindən, öz rayonlarından məlumat verirlər, öz rayonlarının gözəlliyindən danışırlar. Burada hansı inteqrasiya var? Bu vətəndaş, fərd Ay, sağ ol. vətəndaşlıqdır da. Əla, vəsiyo. Dərs zamanı öyrənmişik də onsuz da. Gözəl, düzdür. Deyirəm ki, uşaqlar yarışa aparmısınız. Yarışa gedən uşaqlar rəqib komandaya çobut sözlər deyirlər. Rəqib komanda ilə aqressivliyə yol verirlər. Bu Dalaşırlar. özünə apara bilmir də, bu sosial şəxsidir də Şəxs, bu. ay, sağ ol, əla. Şəxs Şəxsi sosial sosial. öyrənmək düzdür. Deyirəm ki, tutaq ki, uşağa deyirsən ki, əgər sən biologiya olimpiadasında qalib gəlsən, dördüncü qrupa verib həkim ola biləcəksən. Amma həmin olimpiyadada qalib gəlməsən, sən həkim ola bilməzsən. Son şansın var. Get, hazırlaş. Uşağa belə bir şey deyirsən. Uşaq indi risk almalıdır. Olimpiyadaya getsinmi, getməsinmi? Bu uşaqda hansı kompetensiya var? Bacarıqdır da bu müəllimə, bu bacarıq. Müəllim, uşağa risk alırsan. Elə bil ki, mən sənə deyirəm ki, Füzuli müəllim, deyirəm, bu həftə mənə cavab verdin, vermədinsə, yollarımızı ayırırıq. Deyirəm ki, ya oxu, ya da oxuma, risk almalısan. İnsan risk alırsa, indidən risk alırsa, onda hansı kompetensiya formalaşır? Bir iş qurmalısan, risk alırsan, alına da bilər, alınmaya da İş bilər. qurmaq sahibkarlıqdır. Bəli, müəllim, İş budur ha, qurmaq. müəllim. Müəllim, sahibkarlıq o demək deyil ki, uşaq iş görsün. Uşaq indidən risk alırsa, deməli onda indidən sahibkarlığa meyl formalaşır da. Uşaq iş görməli deyil ki, onsuz da. Qanun cəhətdən məktəbli uşağın işləməsi qanuna ziddir. Elə bilməyin ki, sahibkarlıqda ancaq iş sözü olmalıdır. Xeyr, iş sözü sahibkarlığa aid deyil. İnsanın özünün işini seçməsi. Mən bu sizə bir sual verirəm. Deyirəm ki, Füzuli müəllimin tələbəsi var. Deyir müəllim, mən böyüyəndə əczaçı olacağam. Bu uşaqda hansı kompetensiya var? Bu da elədir, sahibkarlıq olacaq. Xeyr. Uşaq özünə məqsəd qoyub. Məqsəd qoyub özünə. Uşaq bu da açma, niyə aptek özünə? Uşaq bu da aptek açmayıb, pul qazanmayıb, hələ. Uşaq hələ bu da Bu məqsədini bacarıqdır da, bildirir. Ay, şəxsidir sağ da ol, bu. şəxsi, bu bir nə şəxsi, sosial, öyrənməkdir. Özün dərk edir. Özünə bax plan qurub, deyir mən əczaçı olacam. Desəm ki, desəm ki, bu uşaqda yaxşı ideyası var, yaxşı tutaq ki, əməkdaşlığı var, yaxşı kəbis irəli sürməyi var, yaxşı risk alır tez-tez. Yəni insan risk almalıdır həyatda. Bir uşaq indidən risk alırsa, sahibkar neynir? O apteki açır, amma o batıda bilər. Yaxşı ola bilər, pul qazana da bilər, qazanmaya da bilər. O qoyduğu pulu orada risk atırdı da. Uşaq da indidən risk alırsa, deməli onda sahibkarlıq formalaşır. Risk alanda, yeni ideyası olanda, təşəbbüsü olanda, müəllim, bunlar sahibkarlığa aiddir. Yaxşımı? Belə bir sual verirəm. Deyirəm ki, tutaq ki, şagirdlər, tutaq ki, biologiyaya aid araşdırma aparmışdılar. Həmin araşdırmanı slayd formasında məktəb heyətinə təqdim eləmişdilər. Uşağın biri slaydı ətraflı formada izah eləyirdi hamıya. Bax, olimpiyanın nəsə bir gecədir, bizim fənal bir təqdimatdır. Uşaqlar layihə hazırlayıblar. Həmin layihəni slayd formasında təqdim eləyirlər məktəbə. Hətta uşağın biri danışır, çıxıb oradakı aparıcı ilə danışır. Burada savadlılıq var, burada nitq söhbətinə görə Aha. savadlılıq var. Həm Bir də də təqdim etməklə bu kimi də bu da rəqəmsaldır da. odur, bir də düzdür. Savadlılıq var, rəqəmsal var, 2 slayd var idi, Riyazi, düzdür. savadlılıq, riyazi, Sağ ol, rəqəmsal. müəllim. Elə layihə iş özünün olmağı, layihə işini axtarmaq, araşdırmaq, bəli, elmi kompetensiyaya aiddir, düz deyirsiniz. Riyazi elmi. Riyazi də var, savadlılıq da var. Həm də hansı olduğu biri də dedik. Rəqəmsal da oldu, ay sağ ol. Düzdür. Yaxşı, belə bir dənə sual verim sizə. Deyirəm ki, şagirdlər məktəblərinə xarici ölkədən gələn şagirdin saç rənginə gülməyə başladılar ki, sənin saçın niyə rənglidir? Məktəbli uşağın saçı rəngli olmaz. Bunlarda hansı kompetensiya yoxdur? Bunlarda sosial Diqqətli ol. davranış Ay, yoxdur. sağ ol, bəli, davranış Mədəni yoxdur. davranış. Bəli, mədəni davranış yox. Bəli. Mədəni davranış yox. Şəxsi Sosial, sosial şəxsi. Bəli. Özdə param var da. Sən nə zaman saç rəngində? Nə sənə? Mən desəm ki, bu ingilis uşaq gəlir Bakıda öz musiqisində qulaq asır. Onun musiqisini yarıda kəsirlər ki, sən musiqi deyə lazımdır bizim musiqi olan yerdə. Onda hansı olur? Bu şəxsidir. Yox. Bax, elə bil ki, siz ingilisdiniz, siz ölkənizin, özünüzün ölkənizin milli mahnısını qoymusan radio işlədə. Bu sinifin nə bilim, sinifdə. Sən mahnını saxlayırlar ki, sən bunu saxla,
öz məhlumuzu qoyaq. Sənin məhlun pisdir. Kimsə musiqisi pis deyirsən. Musiqisini. Başqa İndi ölkənin bildim. musiqisidir, milli Başa düşürəm. musiqisidir, ceymidir. Mədəni məlumatlıq olmur müəllim. Mədən, hə, elə deməli, bəli. Bəli, bəli. Bax, başqa ölkənin, mən bayaq dedim ki, saçın rəngi. Onun saçın rəngi ölkəsinin o dəxli yoxdur. Azərbaycanda olsa sənci var da. Amma mən dedim o musiqisi. Desəm o özünün tutaq ki, milli geyimini, tutaq ki, deyirəm ki, bir rus qız var. Məktəbə rusların milli geyimin geyinib gəlib. Ona lağ eləyirlər ki, sən niyə bu milli geyinmisən? Onda hansı olur uşaqlarda? Nə yoxdur bu uşaqlarda? Onlarda mədəni Soğa, savadlı bəli. yox. Uşaq anlamır ki, bu onun ölkəsinin milli musiqi, milli geyimidir. Tak ki, tədbirdir, Novruz ayı tədbirdir. Hamı orada milli geyim geyinir. İndi Ruslar Rus milli geyimi geyib. Neyniyək ki? Vuraq onu öldürək. Geyib də onun ölkəsinin çoğudur da. Hörmət Mədəni vermək məlumatlılıqdır. lazımdır. Soğul. Amma tutaq ki, deyim ki, uşağın biri tədbirə, tutaq ki də indi obşir tədbirdir, yığıncaq keçirilir, veçer keçirilir bilirsiniz ki, məktəblərdə. Orada tutaq ki, nə bilim, açıq bir don geyinib gəlib. Duraq biz bununla danışaq ki, niyə bunu geyinmirsən? Onda hansı olur? Deyirəm ki, uşağın biri veçerə, tutaq ki də tədbirə açıq paltar geyinir. Bununla danışırlar ki, niyə belə geyinmirsən? Onda onlarda hansı kompetensiya yoxdur? Şəxsi sosial yoxdur. Bəli, hamı özünə cavabdehdir, sosial mühitdir, istədiyi kimi geyinə bilər, düzdürmü? Milli geyim geyinəndə oldu, mədəni məlumatlıq, amma başqa bir hamının geyindiyi geyimdən geyinəndə oldu nə? Şəxs sosial öyrənmək. Füzuli müəllim, pis deyil heç. Diqqətli ol, testləri işləyib mənə at, gözləyirəm, Mən yaxşımı? səhlənkarım, bilirəm ki, mən bu dərslərə nə baxmışam, nə də bir şey eləmişəm. Elə- Müəllim, səhlənkarsız onda 4 dərsiz qalıb. Səhlənkarsız onda 4 dərs olsun, bir üçün Yox, çıxarsın. bərpa eləyəcəm, mən Mütləq. bərpa eləyəcəm. Yəni mən pis mənada demirəm, amma yəni mən həmişə hamı bunu bilir onsuz. Mən bu günü mən yəni belə davam eləmirəm, həqiqətən eləmirəm. Bunu onsuz Yox, bilən bərpa bilir, eləyəcəm, bilməyən də mən görəcək. bərpa eləyəcəm. İndi İnşallah yəni müəllim, inanıram, bilirəm bir neçə dərs eləyəcəksiniz. buraxmışam. Bilirəm, mənim tək siz deyilsə, kişi müəllimlərimin çoxu belədir. Amma ümid edirəm düzələcək. Oldu, sağ olun müəllimə, Sağ olun təşəkkür müəllim. edirəm. Dilliyin çıxmayın. Bəli, bəli. Buradayım. Elza xanım gəlir. Sonra bu Tüzalə kimdir? Mən bəlkə də o biri qrupdan qoşulub. Müəllimlər, indi sadəcə mənə səsim yenə batdı. Fevral qrupundan heç tanışmayanlar əl qaldırsın. Heç tanışmayanlar. Bax, Günnarə xanımlar. 2 dənə Günnarəm var. Heç biri dərs tanışmayıb. Biri Cəfərov olmalıdır deyəsən. Biri də Türkanə xanımdan qoşulan Günnarə xanım. Əlinizi qaldırın. Sən Aytekin, qacam indi sizə. Aytekin müəllimə, Salam. Bəli. salam. Mən oxuyum, yazılan mənəm, Sevinc Abdullayeva. Mən də heç danışmamışam Tamam heç Məmə, vaxt. tamam. Bildim, gələrsən. Bax, elə düz 1 saat 10 dəqiqəmiz var. Narahat olmayın. Bayaq dedim axı ki, kim danışmayıbsa onlar biriniz gələcək. Yerdə qalanlarım da ki, çağıra bildiyim qədər çağıracam. Çağıramadığımı 3-cü gün çağıracam. Narahat olmayın. Bu gün də bax saat 9 dərs 9 dərs bitmədi. Dərsi mən uzatmışam ki, yarım saat 9-da bitsin. Mən nə edeyim daha bunun artıq sizə? Kim gəlir? Elza xanım çağırmışdım. Elza xanım gəl. O da heç gəlməyib. Buradan müəllim, axşamınız xeyir. Axşamınız xeyir mənim, axşamınız xeyir. Belə bir sual verirəm sizə. Deyirəm ki, şagird ana dilindən müəllimin danışdıqlarına əsasən belə qənaətə gəlmişdi ki, bütün nitq hissələri tutaq ki, cümlə üzvü kimi mübtəda olur. Burada hansı düşünmə forması var? Xüsusidən ümumiyə, Aha. induktiv. Soğuk düz, induktif düz. Deyirəm ki, müəllimlər yenə deyirəm, Sərqacım, bax, Aytaç xanım demişsiniz ki, mən danışmışam bir dəfə. Müəllimə, hələ bizim bu 3-cü sual cavabımızdır. Dediyim kimi çağıracam, demirəm ki, çağırmayacam. Sadəcə biz üstündə qalmışıq deyə, kompetensiyanda, inteqrasiyada. Mən də ən birinci dərs sual cavab eləyəndə kompetensiyan qayıdıb inteqrasiyaya da aid sual vermişdim. Həm də ki, bir mövzuda inteqrasiya. Ona aid mən maksimum 3 nömrə sual verə bilərəm. Mən istəyirəm ki, o 3 nömrə sual verməyim. Bir ne vaxt azlığına görə də bir nə mövzuda. Mən bir növbətə sual verəndə bir 15 nömrə ona hamısını bir də sual verim. Təbii ki, şəxs seçimdir. Çağıracam onsuz. Hamın kim ki qalmışdı tən dəfə, hamını çağıracam. Hərəyə bir 3 dəqiqə, 2 dəqiqə inteqrasiyaya aid onsuz. Çünki axı mən sizi kompetensiya sual cavab eləmişəm. Hərəyə bir 2 dəqiqə inteqrasiyaya aid sual verib sondan necəm, rahat olmayın, çağıracam. Hələ düz 1 saat 10 dəqiqəm var. Yeri gəlsə ev yox, onun yarısı bitər. Neynək?
Hə, düzdür, induktiv var. Müəlliməyə sual verdim. Belə qənaətə gəlmişdilər ki, belə qaydaya gəlmişdilər ki. Onda nə oldu bizim? Artıq qaydaya gedib də nə idənsə qaydaya. Olur nə bizi induktiv düşünməyimiz. Belə bir sual verirəm sizə. Deyirəm ki, bax qulaq asın ha, müəllimlər, Elza xanım bizim əvvəldən qoşulan müəllimimiz. Ona görə mən ona bu sualı verirəm. Siz dinləyin, nəticə çıxardın. Deyirəm ki, Azərbaycanda bu il qışda hava çox yaxşı keçdi. Elə bu gün də hava çox mülayim idi. Hansı düşünmə forması var? Azərbaycanda 2026-cı ilin qışı çox mülayim keçdi. Elə bu gün də hava mülayim idi. Yazın görüm. Ezin xanım bir dənə dayanın. Cümlə deyəcəklər. Hə. Hə, deyilsiz. Ümumidən xüsusiyə deduktiv. Bəli. Müəllimlər, qış fəsli Azərbaycanda 90 gündür. Deyirəm bu il Azərbaycanda qış mülayim keçmişdi. Bu boyda 90 günlük qışdan elə bu gün də gəldim bir günə. Deduktivə aiddir, aydındırmı? Düz, Eza xanım, əla, gözəl. Belə bir sual verirəm sizə. Deyirəm ki, şagird Word proqramında problem olan kimi Word-ü silib yenidən yükləmişdi. Bundan sonra nə vaxt hansı proqramda problem olsa, onu silib yenidən yükləyirdi. Bu şagirddə hansı düşünmə forması var? Praktik nəticə çıxartmışdı. Ay, sağ ol, əla, düzdür. Belə bir sual verirəm sizə. Deyirəm ki, müəllim şagirdlərə deyir, qızım telefonu bəs oynatdın. Deyirəm ki, belə bir sual. Deyirəm ki, müəllim şagirdlərə bildirir ki, öz fənninizlə bağlı layihə hazırlayın. Elə bir layihə hazırlayın ki, indiyə kimi heç bir yerdə olmasın. Şagirdlər bu layihəni hazırlayırlarsa, bunlarda hansı kompetensiya, hansı inteqrasiya, hansı düşünmə forması, nə varsa. Zəhmət olmasa bir də deyə bilərsiniz cümləni. O Deyirəm, kompetensiya, müəllim- elmi kompetensiya onu bildim. Digərlərini də deyim. Müəllim uşaqlara deyir ki, öz fənninizlə bağlı gedin, axtarın, araşdırın, bir layihə hazırlayın. Elə layihə hazırlayın ki, fərqli bir şey olsun da heç yerdə olmasın. Bəli. Burada kompetensiya, elmi kompetensiya var. Aha. Daha sonra fən arası inteqrasiya var. Layihə hazırlayın matematikadan. Və Bir də ki, yaradıcılıq var da burada kreativ 21 səhsə bacaqlanan kreativ var orada. aha. İnteqrasiya, bir daha başqası var inteqrasiya. Deyir git layihə hazırla. Layihə heç vaxt bir gündə olmur. Hə. Fən Hansı- üstü var. Bəli, deyir git hazırla. Axı deyir oxuaq sinifdə, çıxıb sinifdən gedib hazırlayır. Bəli. Layihə işi bilirsiniz ki, minimum 1 ilə qədər də ola bilirdi hətta. Fənn üstü inteqrasiya da var, finans inteqrasiya da var, layihə işi isə rəqəmsal da var, hətta layihə işində nitq də olmalıdır. Siz ki, bu bilirsiniz, natiqlik də olmalıdır, onu danışmalıdır da, savadlılıq da var qismən formada burada. Aydındır. Sonra deməli gəldik düşünmə forması kimi. Müəllim uşağa deyir ki, layihə işi hazırla. Layihə işi hazırlamaq bizim yaradıcı təfəkkürümüzə aiddir. Yaradıcı təfəkkür. Düşünmə forması kimi isə olsa hansı ola bilər düşünmə forması kimi? Analitik. Necə? Analitik. Niyə analitik olduq ya layihə işi? Ortaya olmayan bir şey qoyursan. Layihə işini bayaq dedin ki, elmi kompetensiyaya aiddir, yaradıcı təfəkkürdür, fənn üstü inteqrasiyaya aiddir. Deyirəm ki, özünüzdən qurun demişəm də bunu. Hamı özündən qurur. Özümüzdən fərqli bir şey yaratmaq nəyə aid idi? Produktiv deyildi. Bəli, mən biraz Problemi qarışdırdım. fərqli yolla həll eləmək, ortaya bir fərqli bir şey qoymaq produktiv təfəkkür düşünmə formasına aiddir. Deyirəm ki, Aytəkin müəllimə dedi ki, sinif rəhbəri şagirdlərə dedi ki, buraxılış imtahanını verin, blok imtahanından da yaxşı keçin, ondan sonra sizdən gəzintiyə gedərik. Hansı düşünmə forması var? Ardıcıllıq. Ardıcıllıq. Birinci buraxılışı ver, dağılma bloku ver. Cümlə yeni dəyişində deyirsən ki, bloku ver, sonra buraxılış ver. Hansı blok buraxılışdan qabaq keçirilir ki? Heç biri. Ardı cümləni dəyirsək ki, birinci blok ver, sonra buraxılış ver, deyərik ki, mənim səhv deyirsən, heç vaxt birinci blok keçirilmir. Amma müəllim uşağa desəydi ki, imtahanları verin, gəzməyə gedərik, mən sizi çox istəyirəm, sizi sevirəm, ayrılmaq istəmirəm, ən yaxşı şagirdlərim siz. Onda hansı olurdu? Sistemli. Olurdu sistemli. Yaxşı. Ezə xanım, sən gəl belə elə. Kim var burada başqa? Qoy görüm. Ezə xanım mənə sual yazmışdı siz. Yazmışdın sən deyəsən. Yaxşı. Ezə xanım çox sağ olun, minnətdaram. Çox vaxt ayırmıram artıq. 2 dənə dəstə onsuz maşallah bilirəm ki, yaxşısınız. Sevinç xanım gəl. Qızım telefon ver mənə. Mehman xanım. Bəli, müəllimə, eşidirəm. Fənnimiz Sevinç xanım, salam. Təsviri incəsənət. Yaxşı. Başlayaq. Deyirəm ki, belə bir sual verirəm. Deyirəm ki,
Şagirdlər təsvir sənət dərsində oxuduqları əsərdən hər hansısa bir hissəni çəkmək tapşırılmışdı. Müəllim uşağa deyir ki, ən son hansı əsər oxumusunuzsa, həmin əsərdən hər hansı bir yeri şəklini çəkin və mənə təsvir edin. Deyir həm də ki, çəkdiyin əsər haqqında qısa bir məlumat ver mənə. Nəyi tapın müəllimə burada? İnteqrasiyanı da tap, kompetensiyanı da tap, hər şeyi tap. Hə, demək, şəkil çəkmək, sinifdə çəkilirsə, fən daxilidir. Ay, yox, fənlər arası. Deyir ki, oxuduğun əsər. Əsər harda oxunur? Ədəbiyyat dərsində oxunur da əsər. Bəli, fənlər arası inteqrasiya aid fən arasıdır. Fənlər arası. Bəli, fənlər arasıdır. Kompetensiyada Müəllim demişdi. Həm də əsəri mənə danış. Uşaq artıq əsər danışmalıdır. Oxum, çəkir. savadlılıq. Ay, sağ ol, savadlılıq, düzgündür. Bəli. Aha, əla, düzdür. Belə bir sual verirəm. Deyirəm ki, müəllim uşağa deyir ki, təsəvvür elə ki, Azərbaycanı dünyada təmsil eləyirsən, hansı simvollarla bizim ölkəni ifadə edərdin? Yəni, bizim ölkəni hansı simvollarla ifadə edərdin, onu uyğun birinlə şəkil çək. Burada hansı kompetensiya var? Burada fəal vətəndaşlıq. Sağ ol, Azərbaycan simvolunu çəkməlidir də artıq. Xali bülbülmü, bayraqmı, cepmi, himni. Sağ ol, düzdür. Deyirəm ki, müəllim uşağa deyir ki, Sax ki, get. Dünyanın, get Azərbaycanlı ən məşhur rəssamları araşdır. Araşdırman haqqında da kiçik bir dənə yazılı təqdimat hazırla. Burada hansı inteqrasiya, hansı kompetensiya var? Fənn üstüdür. Gedib evdə hazırlayırsa fənn üstüdür. Aha. İnteqrasiya. Və əgər hazırlayırsa o savadlılıqdır da. Yəni bilir, hazırlayır. Araşdır, yazı sağ ol, düzdür. Deyirəm ki, şagird 5 dənə qələmi birləşdirmişdi. Qələmləri sapdan bir-birinə bağlamışdı. Qələmlərin ortasından deşik atmışdı və 5 qələmi eyni anda istifadə ilə bağlı bir də qurğu düzəltmişdi. Bu uşaqda hansı kompetensiya var? Riyazi elmi. Texnoloji. Sağ ol, Texnoloji. düzdür. Deyirəm ki, müəllim uşağa deyir ki, səncə hansı şəkli çəksən, bu şəkil səni dünyaya tanıda bilər. Sən hansı şəkildən özünü tanıtdıra bilərsən və yaxşı bir ideya fikirləş. Burada hansı kompetensiya var? Sağ ol, sahibkarlıq, əla, düz, gözəl, əla, Sevinç xanım, düz. Deyirəm ki, Sevinç xanım Aytəkin müəlliməyə deyir ki, müəllim, bütün rəssamların həyatını oxumuşam, belə qənaətə gəlmişəm ki, Azərbaycanlı rəssam olan, tutaq ki, Əzim Əzimzadədə də, tutaq ki, nəsə bir şey var. Sağ ol. İnduksiya. Yox, əksinə, bütün rəssamları incələmişəm. Deduksiya deyirsən ki, sağ ol, düzdür, deduksiya. Deyirəm ki, uşaq otağında oturub şəkil çəkirdi. Hansı düşünmə forması var? Otağında oturub. Bəli. Şəkil çəkən insan, rəssam, heykəltaraş, səssiz eləyir də bunu. Siz işləyirsə qeyri-verbaldır. Əla, düz. Sevinç xanım, əla. Çox sağ olun, minnətdaram. Məndən hamınızın cavabını görürəm. Lalə xanımın da, Ayşə xanımın da, Fidan xanımın da, hamımız möhtəşəmik. Əla, gözəl. Çox sağ olun, Sevinç müəllimə. Zəminə xanım, niyə görüm ən son nə vaxt gəlmirsən? Yoxsa heç gəlməmisən? İndi keçirəm sizə. Günləri xanımlar qaldı. Müəllimə, keçən həftə 3-cü günü danışmışdım. Bu həftə, sonra bir həftə ən birinci dərs, hə? Yox, birinci yox, ikinci dərs. Yəni 5-ci gün yox, 3-cü gün Onu danışmışdım. məmə, sən qal onda qoy o birlər çənsün ki, sən axı elə bir dərs əvvəl gəlmirsən. Yusif Qı, bu Yusif kimdir? Hər də sən qaldırır. Yusif Qı kimdirsə, onu axtarın, görürsən bu kimdir. Ötən dəfə də əl qaldırdı, çağırmadım. 2 dərs ses gəlməyib sual cavaba. Yusif Qı kim idi? Gəl eləyək ki, müəllimlər, nə heç kimin haqqında da girməyək. Çünki heç danışmayan müəllimlər var. Onları birinci çağırım, yerdə qalan onsuz da hamını çağıracam. Yusif Qı gəlmədi. Günlarə müəllimələrin biri gəlsin. Günlarə müəllimələr, bax mən çağırıram, gəlmirəm. Mən neyniyim? Gəldim. Müəllimə Hansı günlərəsiz? Əliyeva. Türkçəni müəllimlərin bir tamam. yerdə. Biologiya, yox, fəndimiz nədir? İbtidai sinif müəllimi. Aha, tamam, əla. Nə gözəl.
Mən həmişə ibtidai fənlər üçün 2 qat narahat oluram. Çünki onların bir minimum 15 min müəllim imtahan verir. İxtisas fənniniz kimdir? Müəlliminiz kimdir? FES Akademiyada. Hə, əla, fes yaxşıdır. Lap gözəl. Başladıq. Getdik. Belə bir sual verirəm. Deyirəm ki, müəllim 4-cü sinif şagirdlərini monitorinqə hazırlayır. Bu şagirdlərə sınaq suallar hazırlamışdı. Sınaq suallarının içərisi bütün sinifləri əhatə edirdi. Burada hansı inteqrasiya var? Fən daxilidir və şaqulidir. Aysa o düzdür. Şagird əla. Çünki bütün sinifə demişəm, düzdür. Deyirəm ki, müəllim şagirdlərə dərsin başlanğıcında ev tapşırığını verir. Deyir, ev tapşırığınız gedib evdə fiqurlar kəsib düzəltməkdir. Daha onun dərsi davam edir. Deyir ki, uşaqlar, sizcə hansı fiqur, hansı əşyaya bənzəyir? Hansı fiqur hansı ev əşyamıza bənzəyir? Hansı fiquru başqa necə istifadə etmək olar? Belə bir suallar verir Fənn müəllim üstüdür. şagirdə. Müəlliməm, mən bu sualı qəsdən vermişəm. Axı evdə hazırlayırsa, bunu Qulaq as, evdə mən hazırlayır. dedim evdə hazırla. Bax dedim ki, bu sual mən tələ sualımda. Dedim ki, müəllim dərsi ilə birlikdə dərsin başlanğıcıdır. Müəllim uşaqlara deyir ki, uşaqlar, ev tapşırığını indidən deyirəm, yerini unutmayın. Uşağa deyir ki, ev tapşırığınız evdə fiqur düzəltməkdir. Deyirəm, dağılın uşağa. Fənlər arası, Bəli, deyirəm fənlər ki, arası texnologiya. müəllimə, elə hazırlamayım uşaq bunu. Bax, tələsmə. Sizin fənimə niyə bunu verirəm? Bu sual düşür bir filoloqa, bir də düşür ibtidaiyə. Bu sual kimiyə düşməz. Niyə? Zaman söhbəti var. Zaman. Siz məni dinləmədiniz. Mən sualı verib deyəcəkdim ki, dərsdə hansı inteqrasiya var? Elə bil ki, mən isə deyirəm. Deyirəm ki, evdə gedərsiniz mənə, bu dəqiqə indi bu yüklər sahib. Deyirəm, evdə gedərsiniz mənə, yaradıcı təfəkkürə aid bir dənə hədiyyə hazırlayarsınız. Qabaqdan tutaq ki, ad günüm gəlir. Məsəl üçün də indi. Mən sizə bunu deyirəm, dalına keçirəm sual cavaba. Deyirəm ki, dərs zamanı hansı inteqrasiya formalaşdı? Hələ dərs bitməyib, hələ evə getməmisən, hələ bunu hazırlamamısan, hələ buna bir kağız ələ almamısan. Niyə bu da fən arası olsun, fən üstü olsun ki? Sualı həmişə axırına qədər dinlə. Deyirəm ki, dərs zamanı hansı inteqrasiya var? Dərs zamanı. Dərs zamanıdır. Ev tapşırığı verdim. Davamlı bax, bu bizim çətin formada sualımızdan da. Davamlı deyirəm ki, fiqurların növü hansılardır? Hansı fiqur hansı eşyasına bənzəyir? Gəl fiqurların sahəsini hesabla. Deyirəm, sonra uşağa bir dənə fiqur verirəm. Deyirəm, bu fiqurun sahəsini hesabla. Hansı inteqrasiya var? Fən daxili. Bəli, bir dənə var burada. Həndisə ilə cəbir. Fən daxili fiil sözü də. Aydındır? Bəli. Bax, suala bax. Mən desəm ki, uşaq hazırlayıb gətirdi, uşaq hazırladı. Onda olardı, hə, fənn deyənlər düz deyir. Onda olacaq da fənn üstü, olacaq texnologiya fənn arası. Amma mən etdiyin demirəm. Deyirəm, indi dərs zamanı müəllim ev tapşırığını verdi, dalına sual cavab eləyir. Dərsdə hansı inteqrasiya var? Bax, bu nüans çox düşür. Dərsdə hansı inteqrasiya var? Hansı formalaşacaq desəydim, sən deyən idi. Yenə deyirəm, bu zaman söhbətləri sizin fəndə var da, bir düşür filoloqlara, bir də düşür sizə. Du, acaq, əcək, dərsdəmi, evdəmi? Bunlara diqqətlə fikir verirsiniz. Deyirəm ki, müəllim şagirdlərə, uşaqlara mətn verir, həmin mətni intonasiya ilə oxumağı tapşırır. Deyir, mətni intonasiyanı oxuyun, şeiri intonasiya ilə oxuyun. Müəllim uşaqlara bunu öyrədirsə, müəllim bunlara hansı kompetensiyanı öyrətmək istəyir? Savadlıq, nitq varsa savadlıq. Aysa o savadlılıq, düzdür. Deyirəm ki, müəllim şagirdlərə, tutaq ki, müəllim şagirdlərə, tutaq ki, hər şeyi məntiqdən ölçüb biçərək həll eləməyi tapşırır. Deyir, hər şeyi məntiqə çalış ki, məntiqlə həll elə. Müəllim uşağa məntiq öyrədirsə, hansı kompetensiya öyrədir? Riyazi elmi. Aysa o düzdür, riyazi elmi. Deyirəm ki, müəllim şagirdlərə konfliktlərdən qaçmağı öyrədir. Yəni konfliktlərdən qaçın, davada eləmə. Şəxsi sosial. Aysa o düzgündür. Belə bir sual verirəm. Deyirəm ki, müəllim şagirdlərə deyir ki, uşaqlar, deməli, bütün nitq hissələri cümlənin baş üstü olur. İnduktiv. Düzdür. Bütün demişəm də induktiv aiddir, düzgündür. Deyirəm ki, müəllim şagirdlərə məsələni diaqram quraraq həll eləməyi tapşırır. Qeyri-verbal. Qeyri-verbal. Aysa o gözəl. Düzdür. Deyirəm ki, müəllim şagirdlərə ən yaxın dostumuzu nə üçün sevdiyimizi düşünməyi tapşırır. Abstrakt.
Abstrakt kompetensiya hansıdır? İnteqrasiya hansıdır? Müəllim uşağa deyir ki, düşün gör, ən sevdiyin dostunu hansı xarakterə görə sevirsən? Müəllim uşaqdan bunu soruşursan. Burada hansı Şəxsi kompetensiya var? sosial, çünki özü üçün düşünür Bəli, də onlar. bəli. Uşağa Şəxsi deyir ki, sosial. öz emosiyanı fikirləş, öz emosiyanı fikirləş, düzdür? Əla, düzdür. Günay xanım, siz mənə deyin görüm. Siz mənə deyin görüm. Deməli, belə bir sual verirəm sizə. Deyirəm ki, deyirəm ki, tutaq ki, hə, müəllim şagirdlərə əsəri oxuyur, dalınla deyir ki, əsərin yadınızda qalanlarını yazın, yazın. Burada hansı inteqrasiya var? Əsəri oxuyur və deyir ki, yazın. Yadında Fən qalanı yaz. daxili olur. Bəli, fən Çünki daxili ifiqi. bəli. Bir Biri də verbal oxudu, olar yəqin ki. bəli, Yox, yazır. qeyri. Ya düz deyirsiz, olar, yazdı da olar, yazdı da olar. Müəllim oxuyub deyir, yazdı da olar. Yazmaqdır, oxumaq yazır da yenə qalmış ürəyində yazdı da bunun. O Bəli. fikirdən demir, çəkdi də bura. Bir var uşaq buna ora beynindəki yazır da. Bir var ki sən bunun məsələ formasında elə, o qeyri-vermalıdır. Diaqram qeyri-vermalıdır. Nə bilim, teoriya qeyri-vermalıdır. Amma əsəri had alışla yazılır. Eyni şeydir də. Yenə bu çıxdı da sən beynindən vərəqə. Eyni beynində qalmadı ki. Diaqramda söz yoxdur. Diaqramda məntiqə həll etmək var deyə qeyri-vermalıdır. Cünay xanım çox sağ olun. Minnətdaram. Yaxşıyıq. Amma Təşəkkür. mənimə testləri mənə göndərmişsiniz elə bilirsiniz. Testləri mənə atın xahiş edirəm. Çünki onu mən görmədim. Yaxşı. Xeyr mən. Sağ olun, təşəkkür. Bilmədim. Bu hansı? Siz o bir Cünayə, siz hansı Cünayə? Pakistan müəllim mən. Yusif Bıyıldıq. Hə, dərsiz müəllimə. Hə, eşidirəm. Aça bilmirdim Yaxşı. səsi. Bildim. Başlayaq. Gözlüyüm bir dənə, bu boğazım məni öldürəcək. Qızım git mən su gətir, səsin gidib atacaq. Dur. Yaxşı. Pakizə xanım, fənnimiz nə idi? İbtidai sinif yoxsa nə? İlki tərbiyə. Müzik tərbiyə. Pakizə xanım, siz hara verirsiniz? Nəqmi sertifikasiya mı? Sertifikasiya. Hə, inşallah. Müəllimə ixtisas fənninə qoşulmusunuz? Hə, Yaxşı. Başlayıram. Deməli deyirəm ki, müəllim şagirdlərə deyir ki, zəfər gününə həsr olunmuş tədbirdə ölkəmizi təmsil eləyin. Elə təmsil eləyin ki, mütləq qalib gəlməlisiniz. Əgər qalib gəlməsəz, bir də heç bir yarışa getməyəcəksiniz. Burada müəllim şagirdlərdə hansı kompetensiya formalaşdırır? sahibkarlıq. Ay, sağ ol, sahibkarlıq çox risk alır. Bir də zəfər günü söhbəti var, zəfər günü. Hə, fəal vətəndaş. Ay, sağ ol, əla. Fəal vətəndaş mövqeyi və sahibkarlıq düzgündür. Risk alır uşaq ki, başqa çıxarəm yoxdur. Sahibkarlıqdır, düzdür. Və ölkəni təmsil etməlidir də. Dedik ki, yəni zəfər günü söhbəti var. Ona görə olur fəal vətəndaş mövqeyi. Düzdür. Deyirəm ki, müəllim deməli, sinifə yeni gələn şagirdlərə tolerantlığı ay, buna nə oldu? Hə, sinifə yeni gələn tolerantlığı gəlir. Tolerantlığı öyrədir. Burada hansı kompetensiya var? Tolerantlıq. Bugünkü mövzudur, onu bilmirəm. Yox, əvvəlki mövzu tolerantlığı. Müəllim yenə uşaqlara öyrədir ki, başqa bir insana dilinə görə fərq qoymayın, hamıya eyni davranmaq lazımdır. Hə, Dilinə görə fərq. bədən məlumatlıq. Ay, sağ ol, bədəni məlumatlıq düzgündür. Müəllimlər, səs kimdə açıq qalsa bağlasın, xahiş edirəm, bizə mane olmasın. Hə, düzdür, bədəni məlumatlıq düzgündür. Belə bir sual verirəm sizə. Deyirəm ki, müəllim fiziki tərbiyə dərsində şagirdlərə insana ilkin tibbi yardım göstərməyin yolunu öyrədir. Biyologiya dərsi, idman dərsində şagirdə ilkin tibbi yardımın qaydasını öyrədir. Hansı inteqrasiya var? Pakizə xanım çıxdı, buradasınız. Pakizə müəllimə. Pakizə xanım, Hə? müəllim eşidirsiniz məni? Hə, eşidirəm mən. Fənlər arasında düzdürmürəm. Bəli, fən arası biologiya ilə idman dərsi düzdür. Yaxşı, Pakizə xanım çox sağ olun, minnətdaram. Yaxşıyıq müəllimə, diqqətli olun. Testlərin hamısını işləyib mənə göndərin, yaxşımı? Yaxşı mən. Sağ ol. İkinci mövzu deyə də az sual verirəm, çünki bilirəm ki, hamımıza onsuz eyni şey niyə soruşum. Gəlir, hə, Xuyomidən soruşdum. Dünyana xanım, de görək nə vaxt gəlmisən ən son? Gəl. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir müəllimə. Hə, bağadım, Beşinci. düz deyirsiniz, elə Türkçədə xanım, düz deyirdiniz.
Hə, yəni Keçən həftə fənnimiz 5-ci. tarixdir, bildim. Fənnimiz tarixdir. İndi belə eləyirik. Fizika. Tarix idi, mən səhv salmışam. Fizika. Fizika, hə, Natiq mənim tarix idi, bildim. Dünyada xanım, sizdən bir dənə sual, belə bir şey istəyirəm. Siz gəlirsiniz bizə, yəni elə bir dənə sual denən ki, həmin sualımızın içərisində, amma əzbər bəxtliliklərimizdən yox da, belə qəşəng sual, balı sual olsun. Sahibkarlıq kompetensiyası olsun. Sahibkarlıq. Hmm. Hələ də o levelə gəlməmişik, hə? Yox deyəsən. Yaxşı. Başlayanda mən sizə sual verim. Belə bir sual verirəm sizə. Deyirəm ki, nə qədər dedim bayaq bu sözü. Hə, deyirəm ki, yenə dedim bax. Deyirəm ki, o söz mənim şeyimə çevrildi, simvoluma çevrildi bu cümlənin. Şagird fizika kitabında gördüyü yaylı rəqqasın birəbir eynisini hazırladı. Burada düşünmə forması hansıdır, kompetensiya hansıdır, inteqrasiya hansıdır? Şagird fizika kitabındakı yaylı rəqqasın birəbir eynisini hazırladı. Analoji deyən kimdir? Şimdi bu o hərfindən başlayır. Qoy görüm bu kimdir. Biri texnolojidir, hazırlayır. Sağ ol. İnteqrasiya artıq fizika dərsində hazırlayır, da elə? Yaxşı, dərsdən kənarda gəlsin, dərsdən kənarda. Artıq fənn üstü tətbiq edir. Və Fənlər arası. sağ ol, bəli, yəni bir şey ortaya qoyub da, bu şey hazırlayıb. Hazırlamaq fizikaya aid deyil. Bir də düşünmə də qeyri-verbal. Başqa nə ola bilər? Kitabda gördün və eynisini elədin. Özünü eləmirsən. Kitabda şəkli var. Sən də bunun Analoji. tərcümədən keçirdirsən. Xeyr. Kitabda var. Tərcümədən keçirdirsən. Praktik. Hə, evet. Praktik demişdik ki, həm təcrübə çıxartmaqdır, təcrübəli olmaqdır, həm də ki, nəyəsə baxıb, nəyəsə hazırlamaqdır, tətbiq eləməyə aiddir həmçinin də ki. Yaxşı, deyirəm ki, müəllim şagirdlərə deyir ki, verilən qüvvələr içərisindən ən etibarlısını tap. Şagird axtarır, ölçür, biçir, yoxlayır, təhlil mərhələsi ən etibarlını tapır. Hansı düşünməyə aiddir? Artıq dərsimizi anlayıb. Ümumidən xüsusiyə gəlir də, birini tapır. Rüyalar xanım, deyirəm ki, baba yaxşı dedim sizə dərs zamanı. Dedim ki, idrakin təhlil mərhələsi. Bunu siz bilirsiniz deyə sizə deyirəm. Mən bunu bu yeni qoşulun başında vermərəm bu sualı. Mən özüm bu sualı sizə verirəm. Deyirəm ki, şagird axtarır, araşdırır, ölçür, biçir. Ən xırda. Ən etibarsız tapır. Bəli. Xırda analitik. Analitik eləyir, analitik. Ən xırda bir şey tapır. Demirəm ki, özündən qurur. Desəm ki, özündən bir şey, deyirəm, uşaq deyirəm, müəllim şagirdlərə ortaya bir dənə problem qoyur. Şagirdlər problemdən çıxış yolu tapırlar. Onda az olur. Problemdən Fərqli çıxış çıxış yolu, hə. Ortaya qoyulan problemdən fərqli. Heç Produktiv. yerdə o AS olur. Bəs əgər ortaya qoyulan problemdən bir həll yolu tapırsansa hansı olur? Bir həll yolu. Bir həll yolu konvergen. AS olur, konvergent. Düzdür. Dünyanın xanım belə bir sual verirəm. Deyirəm ki, şagird suyun duzluluq dərəcəsini ölçür, suyun codluluğunu ölçür, codluluğunu faizlə hesablayır və tutaq ki, bunun qrafik dərəcəsini çəkir. Hansı inteqrasiya var? Fənlər arası. Sağ ol, düzdür, fən arası. Düzgün. Deyirəm ki, müəllim şagirdlərə Arximed qüvvəsinin kəşf olunmasına aid sənədli film göstərir. Şagird filmə baxandan sonra gördüyünə əsasən yadında qalanları yazır. Artıq yazmaqdır, savadlılıq. Kompetensiya hansıdır? Müəllimə. Savadlılıq. Ay müəllimlər, bax qurban sizə. Bu yazını 2 alanla yazır, 3 alanla yazır. Hər yazılan yazı niyə savadlılıq olsun ki? İndi birinci bu da inteqrasiyanı tap. Uşaq Newtonun filminə baxdı. Ondan sonra yadında qalanları, Newtonun qanunlarını, bütün qüvvələr haqqında yazdı. Düsturu yazdı. Mən bunu yazmaq deyəndə sənin fənninə aid edirəm ki, bu da esse yazacaqdı. Sənin fənnin fizikadırsa, bu da uşağın yazacağı düstur Fənn. olacaq. Düsturdan da o vahidini çıxaracaq. Uşaq bunu yazacaq da burada. Fənn Deyirəm ki, daxili. müəllim uşaq. Sonra fənn daxili Newton birinci qanunu yazar, ikinci yazar, üçüncü yazar. Fənn daxili üfəq olar, düzdürmü? Üçüncü eyni məzmun xətti. Sonra fənn daxili üfəq olar. Yaxşı, bir dənə sual verim onda sizə. Deyirəm ki, Aytəkin müəllimə deyir ki, fevral qrupu aktiv qrupdur. Mən bu cümləmi əsaslandır. İdrakda hansı mərhələ olur?
Mən əsaslandırıram da. Bəli. Yox, mən demişəm. Mən deyirəm ki, faktlar mən deyirəm. İndividual fevral qrupu aktiv qrupdur. Sən də bunun nə üçün dediyimi axtarırsan. Axtarırsan, araşdırırsan. Hə. Düz deyirsən. Düz deyirsən də bəli, faktdan ki, görüm nə olmuş məndə bunu Təyin. deyir. Düzdür. Sübut Təhlil aiddir deyirəm. Gülnə xanım. Gülnə xanım, çox sağ olun, minnətdaram. Fidan xanım gəlir. Fidanların biri qalmışdı o gündən, heç gəlməmişdi. Bax, mən əl qaldırsın, heç gəlməyən. O gün gələnlər. İndi hamı əl qaldırsın, hamını çağıracam. Demək Zəminə xanımın əlini indirdim. Hə, o birlər gəlsin, çağıracam. Arzu xanım ötən dərs danışmışdı. Onu bilirəm. Yəni, mən niyə deyirəm? Sonra gəlib mənə deməyin ki, müəllim, mən çağırmadın. Bax, bunu demək istəyirəm sizə. Mən hamını çağırıram. Bu gün bir neçəsə yazdım. Çox dedi ki, müəllim, mən utanıram. Qalanlar öz əl qaldırsın da. Mən şeyləm, yəni mən çağırmayım. Kim qalıbsa öz əl qaldırsın. Öz özünü bilir onsuz da. Bax, Zəhra kimdir? Heç mən onu tanımıram. Sabahayır xanım, nə vaxt dərs danışmışsınız ən son? Demirəm, mən indi hamıdan soruşacağım. Amma bir əlinizi qaldırın ki, bir görüm də oxuyuruq yoxsa yox. İsayeva kimdir? Yox, mən kimi tanışdı. Bəli, heç tanışmıyordun Əlqa. Hələ ki onlar da, yəni hamını çağırıram. Onlar getdi onsuz da. Heç tanışmayan 3 nəfər qalmışdı. Onlar çıxdı onsuz da. Onlardan bitirdim artıq demək olar ki. Günlarə xanım gəl. O biri Günlarə qalıb. Günlarə biri də gəlsin. O biri Günlarə kimdir? Cəlilova olmalıdır. Cəlilova. Bəli, müəllimə salam. Axşamınız xeyir. Salam, axşamınız xeyir. Bax, niyə əl qaldırmırsınız? Kimi gözləyirdiniz? A, bala suyun birində gəl. Bu nə qədər su gətirməkdir? Açılıb şey tutmuşdu, Yax, bağlayamadı. get. Mənim bəxtimdən su da yoxdur. Fənnimiz nə idi? Azərbaycan dil ədəbiyyatı. Hə, filoloqsunuz siz də. Başlayırıq. Heç sualda olunmamışıq. Getdik. Bəli. Deyirəm ki, şagirdlər Heydər Əliyevin Anım gölünə həsr olunmuş esse yazdılar və yazdıqları esseni təhsil şöbəsinin əməkdaşlarının qarşısında səhnələşdirdilər. Hansı inteqrasiya, hansı kompetensiya var? Gülşənə xanımı bitsin gəl. Ay, sağ ol. Düzdür, sonra? Savadlılıq kompetensiya təqdim edib səhnələşdirdilər. Aha, düzdür. Və başqa nə var? İnteqrasiya hansı olar? İnteqrasiya. Fənn üstü. Aa, düz. Fənn üstü. Ay, sağ ol. Bəs başqa? Esseni yazdı, dalını həyata keçirdi. Artıq təqdimat var da, ortaya bir iş qoyub artıq. Savadlılıq dedim. İnteqrasiya istəyirəm, inteqrasiya. Başqa hansı inteqrasiya olar? Fənn üstü inteqrasiya başqa. Fənn daxili hansı növ ola bilər? Fənn daxili. Hə, hansı növ ola bilər? Siz deyin görün, mən bilmirəm. Siz deyin görün, fənn daxili sizin fənninizdə. Deyin görün, burada yazmaq, oxumaq hansı var? Üfüqi. Fənn daxili üfüqi inteqrasiya. Niyə üfüqi? Məzmun xətləri arasındakı əlaqəyə görə yazı və oxu. Yaxşı, düzgündür. Deyirəm ki, müəllim şagirdlərə İsmail Şıxlının Dəli Kürd filmindən fraqment qoydu. Şagirdlər filmə baxdılar. Filmə baxandan sonra həmin filmdə ən çox onları cəlb eləyən nə idisə, onu bildirdilər. Burada hansı düşünmə forması var? Filmə baxırsan, həmin filmi incələyirsən, Aytaç xanım artıq dərsi öyrənib. Düzdür, Aytaç müəllimə. Düzdür, Abdullayev Aytaç. İndi götürüb o filmlə bağlı ən vacib yeri tapacaq. Filmin ən vacib yeri burasıdır. Bu uşaqlarda hansı düşünmə forması var? Bax, bugünkü dərsə aid sual verirəm. Bir şeyə baxdın, onun ən vacibini tapırsan, ən dahasını tapırsan. Analitik düşür. Bəli, analitik olur. Ay, sağ ol, düzdür. Deyirəm ki, deyirəm ki, müəllim şagirdlərə deyir ki, bizim bütün şairlərimiz vətənpərvərdir. Başında Bəxtiyar Vahabzadə. Hansı düşünmə forması var? Uşağa deyir ki, bütün şairlərimiz. Xüsusiyə getdir, eləmə. Deduktiv düşünmə. Gözəl, əla, amma bu da öyrəndik. Gördünüz, bu dərsdə öyrəndik, düzdür. Siz mənə deyin görüm.
Mən deyim görüm. Deyirəm ki, müəllim şagirdlərə lüğət himnimizin yaranmasından bəhs eləyir. Əhməd Cavadın himnimizin vaxt yazmağından bəhs eləyir. Ona musiqimizin necə bəsləndiyindən danışırdı. Həmçinin də ki, Əhməd Cavadın necə olub repressiyaya məruz qalmağından danışır. Hansı inteqrasiya var? Fənlər arası inteqrasiya, Ay, sağ ol, düzdür. musiqi, tarix, ədəbiyyat. Bəli, ay sağ ol. Deyirəm ki, müəllim şagirdlərə bildirir ki, məndən artıq bax bu fənn üstümüzdə heç nə yoxdur da. Bir də fənn üstü evdə olan rəssalam. Yəni özünüzü qorxuzmayın ki, inteqrasiya aid mən heç nə bilmirəm. Sadəcə sizin səhvləriniz baxdın çoxunuzda. Digər fənlərlə bağlıdır. Mən inanmıram ki, öz fənnimizlə bağlı səhv edəsiniz. Valla inteqrasiya ilə bağlı mən də səhv eləyirəm. Çünki mən də o biri fəndləri bilmirəm, fənn daxili ilə bağlı o qədər səhv eləyirəm ki. O demək deyil ki, mən o dəqiqə mənfiyə qapılam. Yəni özünüzü həvəsdən salmayın. Bir dənə də sual verirəm. Deyirəm ki, müəllim, müəllim şagirddə qoy deyə sizi fəlakətdə deyim ki, deyirəm ki, müəllim şagirdlərdə auditoriya qarşısında çıxış eləməyin vacib olduğunu bildirirdi. Deyirdi ki, həyatda ən vacibi insanın özünü təqdim eləməyidir. Burada müəllim şagirdlərə hansı kompetensiya haqqında məlumat verirdi və deyirdi ki, özünüzü təqdim eləyəndə elə bir təşəbbüs qurur ki, hamı sizi həmin simvoldan tanısın. Sahibkarlıq kompetensiyasını formalaşdırmağa çalışır. Və Savadlılıq kompetensiyası, ay sağ ol. auditoriya qarşısında çıxış etmək bacarığı. Düzdür. Deyirəm ki, müəllim şahid, siz mən də buna sual vermirəm ki, siz mən deyin görüm, öz sinifinizdə, öz fənninizlə bağlı dəstəkləyici mühit necə qurarsınız? Dəstəkləyici mühit məktəbdə olmayan avadanlıqlarla təmin etmək. İndi sizin fəndə avadanlıq yoxdur da, bunu kim yeməli mən istəsin, fizika mən istəsin. Nə var sizin fəndə avadanlıq? Mən dedim öz fəndinlə bağlı qur. Öz fəndinə bağlı. O kimiyə aiddir də, maddi gətirər, fizikaya aiddir də, avadanlıq gətirər, Bəli. coğrafiya aiddir də, qlobus gətirər. Siz nə gətirərsiniz? Filmdən fraqment kasetlər qoyuram, YouTube qoyaram. Kitab gətirirəm, bədii kitab gətirirəm. Uşağı məktəbimizdə yox, kitabxanamızda yoxdur. Bəli. Olar? Bəli, olar. Olar. Yaxşı. Günara xanım hədsiz idiniz. Günara xanım pis deyilir, yaxşıyıq. Yəni mən onsuz bax belə deyim də ilk cümləmizdən bilirəm ki, nəyi bilirik yoxsa yox. Testləri mənə göndərin. Siz də mənə atmamısınız. Yaxşı. Bu dəfəkini atmamışdım, bəli, müəllim, amma işləmişəm, göndərəm. Yəni elə bilirsiniz baxmıram. Mən sadəcə indi bir onunla nə vaxt baxmıram. Çox dərsim olanda. İndi bu gün dərs bitsin artıq. 2 həftəmiz bizim sizdən bitir. Bilirsiniz, 4 dərsimiz bitdi. Mən bir onu incələyəcəm, bir baxacağam görək necə yeyir. Qalın 2 həftəmiz. O biri keçən axırında da mən sizə özünüz haqqında məlumat göndərəcəm. Və ona əsasən də biz baxacağıq ki, qəbul olunuruq yoxsa yox. Bir də bu gün mənə çox adam yazıb. Bax, buradan deyənlər var. Kimisi ətrafında, qrup yoldaşında, o biri fənnində. Demirəm ha, mən deyin. Yəni, onsuz vallah yerim yoxdur. Amma kimsə ki, tövsiyə edirsinizsə, deyin ki, yoxlayıb götürürəm. Mən artıq Mart qrupuna dərs yoxlamıram ha, kurikulum yoxlamıram. Kurikulum nə? Onun ki, bilsə mən niyə qoşulsun ki? Anlamasını yoxlayıram. Bir dərs keçirəm, siz də səslənir kimi. Qayıdıb sual cavab edəcəm. Artıq o sual cavabda mənə belə sizin kimi qaytarmayanda ilk dəfədən mən ona davam eləmirəm. Yəni kimsə qoşulmaq istəsə, yoxlamasan götürməyəcəm. Bəli, başdan işini bilsin. Yoxlamağım niyə deyirəm? Dəstənbağı deyil, anlamağı yoxlayıram. Onu deyirəm, çox adam anlamır. O qədər yazırlar ki, müəllim bizi götürmüsən falan, ki, bizi sal qrupa anlamırlar. Hə, müəllim falan adam sənin qrupundadır. Mən də onu göndərib deyirəm ki, o sən deməlidir də mən yoxlayıb götürürəm. Bəzən bunu səhv qəbul edirlər və ya da özündən razı kimi salınırlar, amma mən qrupa 100 nəfər yığıb oxumayan müəllim götürməkdənsə 50 nəfər yığıb oxuyan müəllim götürürəm. O mənə daha potensiallıdır. Daha yaxşıdır. Gəlir kim? Tunçanə xanım gəl. Dağılan Əbiyyəs xanım gəldi. Salam, müəllim, axşamınız xeyir. Salam, axşamınız xeyir Tunçanə xanım. Fəndimiz sizin də ibtidai sinif idi. Bəli. Siz də FES Akademiyaya qoşulmusunuz? Yox, ana dili riyaziyyata qoşulmamışam hələ ki. Müəllimə, Bakı istəyirsiniz? Mən Naxçıvandanam, yəni bazam olduğunu düşünürəm də, mən əsas problem kurikulumdur. Tamam. Yox, əgər hazırlıq keçirsinizsə problem yoxdur. Amma keçmirsinizsə mütləq qoşulmalısınız. Çünki yenə deyirəm 15 min nəfər imtahan verirlər sizin fəndən. İnşallah Yəqin ki, xeyirlisi. mart ayından sonra fikirləşirəm. Əsas kurikulumu həll eləyək. Kurikulum həll olunmayıb hələ. Yəqin ki, olunub da, prosta bilmirəm imtahanda nəsə olur. Hə, tamam. Başlayaq. Keçən nə qədər bal yığmışdınız? Keçən il 75 bal yığmışdım. Qəbul olmadınız? Yəni bizdə vakansiya çıxmır da, yəni Naxçıvanda vakansiya problemi var.
Mən deyim yeni şəhər istəyirəm deyə alınmır. Yəni balımdakı demək olar ancaq ixtisas idi da. Bir ana dili, iki ana dili səhvim vardı, bir riyaziyyat. Kurikulumda Yəni bal limit, onda verilən limit kurikulum. keçməmişdi, hə? Limitsiz qalmışdınız yəqin. Kurikulum elə limitdə ilişmişdi. Hə, tamam, başladıq. Belə bir sual verirəm, stress yoğun sual verirəm sizə. Deyirəm ki, sinifinizdə. Yəni bax, yenə deyirəm, bu ilk dediyim üç, hər yerdə qəbul şən sualımdır onsuz. Şən sualdır da, mənim sualım bilir çox adam, elə bir sualdır. Deyirəm ki, sinifinizdə dərs keçirsiniz. Bir uşaq var, inklüziv şagirddir. Amma o bilər normal şagirdlərdir. Valideynlər gəlib bildirirlər ki, bu inklüziv şagird bizim uşağımızı oxumasın. O uşaqlarımızı geri salır. Bir müəllim kimi bu valideynlərə nəyi bildirərsiniz? O uşağı çıxardarsınızmı, çıxartmazsınızmı? Yox, O uşağı valideynlərə uşağı, bildirərsiniz. Nə deyərsiniz valideynlərə? uşağı çıxarmaq olmaz, çünki müəllimin ona hüququ yoxdur. Digər valideynlərin həmin uşağın çıxması üçün şikayət etməyə də hüququ, yəni haqqı yoxdur. Sadəcə olaraq valideyni izah etmək lazımdır ki, hər uşağın təhsil almaq imkanı var. Yəni hüququ var daha doğrusu. Hər uşağa oxumalıdır. Sadəcə bir ortaq nöqtəyə gətirməyə çalışıram da valideyn yox. Təbii ki, uşağı çıxartmaq olmaz. Valideyni razı salmağa çalışıram. Razı Yəni salmaq, valideynin o empatiya uşaqla qurdurmaq. Valideyni problemi empatiya nədir? qurdurmalıyıq. Hə, Deyir ki, yəni valideyn niyə o uşağı istəmir? O problemləri aha, həll etməyə çalışıram. Yoxsa uşağı hə, sağ ol. çıxarmaq olmaz. Yəni valideyni empatiya qurdururuq ki, o uşağın yerində heç kim Və sığortalamayıb, bizim ev adımız da ola bilər və valideynlərə empatiya qurduraraq bu halın aradan qaldırmağa çalışaram. Belə bir sual verim sizə. Deyir ki, fənn ibtidai sinif idi. Hə, deməli, ım, deyirəm ki, bu ilin bütün ayları ölkəmiz üçün faciələrlə bitmişdi. Hər il bir qəribə hadisə baş vermişdi. Bu ayda baş verən hadisə binaların yanmağı idi. Deyirəm ki, bu ilin bütün aylarında, hər bəli, ayda bu da fərqli bir şey ümumidən, baş vermişdi. Bu ilin də ümumidən. bu ildə tutaq ki, yanğın baş vermişdi. Bu ayda yanğın baş vermişdi. Bəli, Hansı ümumidən xüsusiyə gəlirik. Yəni qaydadan nümunəyə gəlirik də belə deyək. Ümumidən xüsusiyə gəlməkdə deduktivdir. Varsa o deduktiv düşmə, düzdür. Deyirəm ki, müəllim şagirdlərə bildirir ki, təsəvvür eləyin ki, kiçik bir araşdırma qrupunun üzvüsünüz və araşdırdığınız yer kitabxanalar, kitablar və tutaq ki, filmlərdir. Aha. Araşdırmanıza ilk hardan başlayarsınız? Müəllim uşaqlara belə bir sual verir. Və şagirdlərdən bunun haqqında düşünmələrini istəyir. Bax, müəllim şagirdə belə bir sual verəndə, onlarda hansı kompetensiyanı formalaşdırır? Deyir, təsəvvür elə ki, kiçik bir araşdırma qrupunun üzvüsən, ilk araşdıracağın yer kitabxanalar, filmlərimiz və nə Şəxsi bilim, sosial öyrənmə olar. Uşaq niyə? fikirləşir ki, uşaq düşünəcək ki, birinci, yəni mənim üçün hansı faydalıdır, mən hardan başlamalıyam, özü üçün nəsə fikirləşəcək. Aha, başqa nə deyə bilərsiniz? Başqa, yəni mən hardan başlayacaqsan, sualı elə ancaq elə verdiniz də, yəni sual olsun ki, hansından başlamalısan. Mən də yəni şəxsi sosial öyrənməyə fikirləşirəm ki, yəni mənim üçün hansı daha yaxşı yolsa oradan başlayaram. Yaxşı, Ayşə, onu özü dərk eləməlisən ki, hansıdır? Hə, mən bax nəyə görə bu sualı verdim? Yenə uşaq özünü Amma dərk eləməlidir, anlamalıdır ki, mənim üçün birinci hansı daha asandır, hansının ötəsindən gələ bilərəm. Bax buna görə mən bu sualı verdim. Kitabxanaya mı getsəm, filmləri mi araşdırsam, hansının ötəsindən gələ bilərəm? İnsan özü üçün qərarlaşdırmalıdır ki, hansını mən bacararam, onu uşaq götürməlidir. Bəli, şəxsi sosial öyrənmək, niyə deyirəm? Bunlar artıq o şablon verdiyim suallardan deyil, fərqli bir tip sualımızdır. Belə bir dənə də sual verirəm sizə. Deyirəm ki, müəllim şagirdə deyir ki, yenə eyni tip sual verəcəm. Uşağa deyir ki, sən təsəvvür elə ki, ölkəmizi hardasa bir tanıtdırmalısan, hansı sahədə ölkəmizi tanıtdırmaq istəyərdin? Müəllim şagirddə həm ölkəmizi tanıtdırmağını istəyir, həm də hər hansı bir sahənin seçməyini istəyir. Bəs indi hansı kompetensiya var? Onda sahibkarlıq olar da. Çünki sən artıq özün üçün nəsə bir Yox, diqqət, bəlkə də eyni sualdır da. Elə bir deyirəm ki, sizə, Türkanə xanım, sən tutaq ki, hər hansı bir iş üzrə ölkəmizi təmsil eləməlisən, səncə hansı sahədə eləyə bilərsən? Ölkəmizi təmsil yenə eləmək. şəxsi sosialdır. Bəli, və biri də var da indi, sualına görə dəyişdim. Eyni şey demədim ki, sualına görə dəyişdim. Və ölkəmizi tanıtdırmaq. Hə, ölkəmizdə fəal vətəndaşdır. Soğan, iki kompetensiya var, gördünmü? Yaxşı, Bəli. deyirəm ki, müəllim uşağa deyir ki, bu günlərim gördüyünüz, tutaq ki, bütün varlı insanlar həmişə əvvəlcə kasıb olmuşdu, yavaş-yavaş işləyərək, qazanaraq, özündə çalışaraq bu yerə gəlib çatmışdı. Siz də onlardan bir nümunə götürməlisiniz. Bəs müəllim bu cümləsindən şagirddə nəyi formalaşdırmaq istəyir? Tələyə düşmə. Bax, çox adam iş görür, var görür, pul görür, gedib çaşır.
Elə bir ki Yox, deyirəm ki, bu tutaq ki, sahibkarlıq deyil. ay soğuk deyil. Yenə, Sahibkarlıq deyil. yenə Bu da uşaq, yenə şəxsi yenə. sosialdır. Yəni Bəli, özün mən özünü onu harda deyirəm mənim görmək dərimizə. istəyirsən. Ay sağ ol, bəli. Ne deyə bilərsən, nə edə bilərsən? Düzdür, sahibkarlığa aiddir. Senin şəxsi Sahibkarlığa aid öyrənməyə deyil. aid. Çaşdım. Mən Hə, elə ora dedim. aid deyil. Şəxsi sosial öyrənməyə aiddir. Bəli. Deyirəm ki, müəllim şagirdə. Sizin indi fənni bilmirəm hara qədər keçirilir o riyaziyyat. Deyirəm ki, tutaq ki, müəllim şagirdlərə fiqurların sahəsini tapmaq, fiqurların sahəsini tapdıqdan sonra bir-birindən müqayisə eləməklə bağlı tapşırıq verir. Burada hansı inteqrasiya var? Burada olsa fəndaxili ola bilər. Və olsa üfüqi ola bilər. Çünki birinci sahəsini tapır, sonra hesablama eləyir. Fəndəki həndəsə bir məzmun xəttidir bizim, təbii bir başqa məzmun xəttidir. Fən Bəli. daxili ola bilər, fən daxili üfüqi. Yaxşı. Deməli, bir dənə də sual verim sizə. Hə, deyirəm ki, Türkanə müəllimə videoda gördüyü maraqlı bir əl işini övladının məktəbi üçün hazırladı. Hansı düşünmə forması var? Türkanə müəllimə gördü, sonra da hazırladı. Düz. Gördüyünü hazırladı. Neydi o? Düşünmə Axırıncı forması. dedi. Praktik. Praktik, yəni tətbiq elədi. Kompetensiya Gördüyünü hansıdır? tətbiq Kompetensiya hansıdır? Gördüyünü hazırladı. Bir dəqiqə kompetent, çox dili savadlı olmaz. Yaradıcılıq, elmi texnoloji. Ay, sağ ol, düzdür. Düzdür. Türkan xanım, çox sağ olun. Təşəkkür edirəm, minnətdaram. Sağ Çıxa olun. bilərsiniz, istəyirsinizsə. Sağ ol. İsayeva kimdir? Axşamınız xeyir müəllimə. Axşamınız xeyir müəllimə. Adımız nədir? Güllü müəllimə. İlk sual cavabımızdır. Bəli, müəllimə. Və neçə gündür hardayıq? Əl qaldırmışam müəllimə, sadəcə vaxt çatmır. Yaxşı, bəs qaldırdım, soruşmadıq. Demədiniz ki, müəllim, niyə məni çağırmırsan? Nə bilim mən. Mən axı seni indi görürəm. Yəni mən elə bir şey görməmişəm, ona görə deyirəm. Yaxşı. Başlayıram. Çağıracağam. Sizi də çağıracağım, Lalə xanımı da çağıracağım, Fidan xanımı da çağıracağım. Fənnimiz nədir Güllü müəllimə? Fizika. Fizika. Deyirəm ki, şagird. Bir dəqiqə gözləyin. Dur. Deyirəm ki, şagird. Tutaq ki, şagird. Deməli, tapdım. Deyirəm ki, şagird suyun sıxlığının düsturunu keçdikdən sonra evlərinə gedir və suyun sıxlığını hesablamağa çalışır. Və yaxud da ki, suyun sıxışdırıb çıxarılmasını hesablamağa çalışırdı. Uşaq suyun sıxlıq dərsini keçir, evinə getdikdən sonra suyun sıxlığını, mayələrin sıxlığını, həmçindəki suyun sıxışdırılıb çıxarma üsulunu, yəni Arximed qüvvəsini tətbiq etməyə başlayır. Hansı inteqrasiyalar var? Fənüstü inteqrasiya. Və Eee, sıxlıq dərsi harda keçirilir? Arximed qüvvəsi harda keçirilir? Onu bilsən tapacaqsınız. Üfüqi inteqrasiya. Fən daxili üfüqi. Aha, sıxlıq dərsi neçənci sınıfın dərsidir? 7-ci sinifdə keçirilir onlar. Arximed qüvvəsi? Bəli, hamısı 7-ci. Sağ ol, bəli. Təzə 7-ci sinifdədir. Bəli, fən daxili üfüqi. 6-daydı, sonra 6 ləğv oldu, indi 7-də Aha, keçirilir. düzdür, fən daxili üfüqi, düzdür. Hı. Belə bir sual verirəm. Deyirəm ki, müəllim şagirdlərə hər hansısa bir müəllim şagirdlərə hər hansısa bir, tutaq ki, naqilləri birləşdirib, naqillərdən və botanikalardan kiçik bir əşya hazırlamağı tapşırdı. Burada hansı inteqrasiya var? Yəni, və yaxud da uşaq bunu hazırlayandan sonra hansı inteqrasiya formalaşır? Əgər dərsdə Uşaq hazırlayırsa, bunu hazırlayan, dərsdə yox, dərsdən kənarda deyirəm. dərsdən kənarda hazırlayırsa fənüstü inteqrasiyadır. Kompetensiya hansıdır? Kompetensiya, elmi texnoloji kompetensiya. Ay, sağ ol, düzgündür. Deyirəm ki, şagird bildirirdi ki, mən fizikaya aid, tutaq ki, fizikaya aid gördüyüm işləri videoya çəkmişəm və bu videoları özümün, tutaq ki, kimi ilində saxlayıram. Bu şagirddə hansı kompetensiya var? Deyir, mən fizikaya aid olan təcrübələri eləmişəm Rəqəmsal savadlılıq kompetensiyası, və
Deyir ki, təcrübələri eləmişəm. Uşaq fizikaya aid təcrübə eləyib. Hə, bir də elmi texnologiya Düzdür. kompetensiya. Düzgündür. Deyirəm ki, şagird qızılın, gümüşün, misiyin, tutaq ki, rəngin dəyişməsini, bunlardan elektrik cərəyanının keçməsini ölçür. Həmçinin uşaq bunlara aid anlayışları elementlər kimi, Mendeleyev kimi həmin o hərflərlə yazır. Burada hansı inteqrasiya var? Ə, Uşaq qızılın, gümüşün, misiyin elektrik cərəyanının keçirilməsini və keçirməməsini ölçür və uşaq bu dəftərində yazır. Amma yazdığında tutaq ki, o kimya hərflərindən yazır da. Burada elə bil ki, fizika, kimya olur da, fənlər arası. Düzdür, fən arası inteqrasiya, düzgündür. Hə. Deyirəm ki, uşaq müəlliməsinə deyir ki, müəllim, mən belə qənaətə gəlmişəm ki, bütün qüvvələr bir-birini əvəz edə bilir. Hansı düşünmə formasıdır? Müəllim, bu dərsə qulaq asa bilməmişəm əvvəlinə. Yaxşı. Bildim. Deyirəm ki, şagirdlər fizikaya aid elmi məqalə yazırlar. Bu yazdığı məqaləni həm ingilis, həm də rus dilində yazıb təhlil verirlər. Hansı kompetensiya var? Burada çox dil bilmək kompetensiyasıdır. Və məqalə yazıb. Məqalə yazsa savadlılıq kompetensiyası. Demirəm ki, yazdığın ədəbiyyat fənnə yazmışdı. Yəni mən tələyə düşürsən, buna görə deyirəm. Bu sual bunu görə vermişəm. Elmi texnologiya olmalıdır. Bəli, sən fənninə bax yazıb da bunu. Bəli. Fənniniz elmi fənlərə aiddir. Desəm ki, əsər yazıb xəyal savadlılıqdır. Bunları hamısı 5 qızıl qaydamızı say. Demək, bullying olmaz, rəqabət olmaz. Sonra bullying idi, rəqabət idi. Sonra nə idi? Hamının yanında uşağı alçatmaq olmaz. Hə, hamının içərisində danlamaq olmaz. Fərq qoymaq olmaz. Hə, bir də fərq qoymaq olmaz. Yaxşı. Güllü xanım, çox sağ olun. Əbgəs xanım, gəl. Sağ olun. Mənimlə kim qalsa hamı gələcək. Elə 20 dəqiqəm var, 25 dəqiqəm var. Narahat olmayın, hamınız gələcəksiniz. İnşallah ki, kaydı da aldıramdır, almışam. Gəlirsiniz müəllimə, Əbgəz müəllimə. Axşamınız xeyir müəllim. Axşamınız xeyir. Əbgəz müəllimə, Rozenştaynın 6 prinsipini say. Rozenştayn 6 prinsipi birincisi deməli, əvvəlki biliklərlə yeni biliklərin deməli əlaqələndirilməsi, daha sonra şagirdin anlamasını yoxlamaq, eyni zamanda deməli şagirdə mövzunu keçərkən həmin mövzunu deməli hissə-hissə izah etmək, anlamanı yoxlamaq, tətbiq etmək, Ay, sağ ol. daha sonra uşaqlara deməli model nümunə işlətmək, yəni nümunə göstərmək. Bir də ki, fasilitatorluq etmək. Yəni ki, çətin tapşırıqlarda şagirdlərə Düzdür, yerin qarışdırdın, amma saydın. Yox, indi mən səndən yəqin çözəmirsən. Mən sənə kompetensiyaya aid sual verim. Mən sizə hər yerinə sual verəcəm. Bunu demişəm. Sual cavab yerində mən sizi bütün kurikulumla bağlı. Bilirəm ki, onsuz da 2 dərs öyrənmisən. Daha mən sənə ona sual verməyəcəm. Hər yerinə sual verəcəm. Deyirəm ki, məktəbdə bir 5 dənə şagird yeni gələn şagirdi öz yanlarına qoymur. Hansı bullyingdir? öz yanlarına qoymuş sosial bullying. Ay, sağ ol, düzgündür. Uşaq kiçik summativ qiymətləndirməyə gəlmirsə, nə edirdik? Aha, deməli, burada deməli 2 səbəb var idi. Üzürlü səbəb və üzürsüz səbəb. Deməli, üzürsüz səbəbdən əgər şagird gəlmirsə dərsə deməli, həmin yer deməli ora qayıb yazırdıq və növbəti dərs gələnə qədər gözləyirdik. Əgər növbəti dərsdə gəlmirsə 0 verirdik. Əgər üzürlü səbəbdən gəlirdisə qayıb yazırıq. Yəni ki, cədvəlin hər iki xanasında. Ay, sağ ol, düzgündür. Deməli, qoy baxım görüm nə var orada. Yaxşı. Belə bir sual verirəm sizə. Deyirəm ki, rubrik nəyə deyilir? Aha, deməli, rubrik deməli müəllimə bələdçi rolunu oynayırdı. Deməli, orada 3 meyar göstərilir. Birincisi deməli dərsin məqsədi, ondan sonra keyfiyyət səviyyəsi və keyfiyyət səviyyəsinə görə Təsviri. keyfiyyət səviyyəsinin təsviri bəli, meyarın səviyyəsinə görə təsviri. Problem və layihənin fərqi. Aha, deməli problem və layihə əsaslı öyrənmənin fərqi. Birincisi oxşar xüsusiyyətləri onlar idi ki, hər ikisi şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınırdı. Hər ikisində problem həyatdan götürülürdü. Real həyat üstü arsa üzərində qurulurdu. İşlənmiş, yəni ki, mövzu da ola bilərdi hər ikisində.
Problem əsaslı öyrənmədə deməli mövzu spesifik olur. Layihə əsaslı öyrənmədə isə geniş mövzu olur. Layihə əsaslı öyrənmədə deməli müəllim dəstək göstərir, amma ki problem əsaslı öyrənmədə müəllim bir qədər kənarda qalır. Və layihə əsaslı öyrənmə deməli bütöv ili, hətta yarım ildə əhatə edə bilər. Problem əsaslı öyrənmə isə burada bir həftəni əhatə edir. Layihə əsaslı öyrənmədə deməli həm təkcə yəni bilik bacarıqların səviyyəsi yox, eyni zamanda orada əməkdaşlıq, ünsiyyət, bir də ki təqdimatın, yəni ki təqdimata məncə qiymət verilir. Problem əsaslı öyrənmədə isə ancaq keyfiyyət nəzərdə tutulur. Aha. Yaxşı Məmməd, düzdür. İndi siz mənə deyin görüm. Deyirəm ki, hansı iş üsullarımızda aktuallaşdırma var? Aha, Venn diaqramında Hansı aktuallaşdırma iş var. üsullarımızda aktivləşdirmə var? Aha, deməli aktivləşdirmə klaster, Hansı iş üsulumuzda optimallaşdırma var? optimallaşdırmaq, BIB, Hansı iş üsulumuzda komanda işinə hörmət var? komanda işinə hörmət, deməli qərarlar ağacı, Hansı iş üsulumuzda bəs başqasının fikrinə hörmət var? kinektika, Siz mənə deyin görüm, sorğu və araşdırmanın ardıcıllığı necə olur? deməli sorğu araşdırma əsas öyrənmədə birincisi sual qoyulur, problem qoyulur, daha sonra ona uyğun hipotez, fərziyyə irəli sürülür, araşdırma, müzakirə, nəticə. Əbiyyəs xanım hazırsınız. Ey Allah, könlümü astı, çox sağ olun, minnətdaram. Sağ olun, Xumar müəllim. xanım gəl. Salam müəllimə. Salam müəllimə, vaxtınız xeyir olsun, xoş gördük sizi. Başlayırıq. Belə bir sual verirəm. Fəndimiz nə idi? Azərbaycan dil ədəbiyyatı. Siz hansı müəllimsiniz? Oktyabrdan qoşun, yoxsa başqa Xumar? Bəli, oktyabr. Tamam, indi Oktyabr verirəm. Sual bildim. Ekran təmizləyim. Yaxşı. Deməli, Xumar xanım, fənnimiz filologiyadır. Belə bir sual verirəm sizə. Deyirəm ki, əsəri oxuduqdan sonra əsərin baş qəhrəmanı haqqında fikir bildirirsiniz ki, baş qəhrəman çox tənbəl idi. İdrakda hansı mərhələdir? Dəyərləndirmə. Deyirəm ki, əsəri oxuduqdan sonra həmin əsərdəki ən yaxşı obraz kimdirsə, onu tapırsınız ki, ən yaxşı obraz filan kəsdir. Təhlil. Təhlil eləmək. Və siz mənə deyin görüm, hansı iş üsulumuzda qeyd etmələr sistemi var? Insert. Düzdür. Hansı iş üsulumuzda refleksiya üsulu kimi istifadə olunur? 3-2-1. Aferin, gözəl, düzgündür. Siz mənə deyin görüm, sinxron, asinxron tədrisinin ən üstün cəhəti hansıdır? Şagird özü istədiyi vaxt öyrənmə, yəni sərbəst olur. Şagird özü istədiyi vaxt, yəni vaxtı təyin edə bilir də. Yəni nə vaxt istəyirsə, özünü nə vaxt hazır hiss eləyirsə, o vaxtı vaxt təyin edib Ay, sağ ol. dərsi öyrənə bilər. Düzdür. Yoldaş qiymətləndirilməsi hansı iş üsullarında var? Yoldaş qiymətləndirməsi. Aha. Yoldaş. Karusel Karusel. və akvarium. Akvarium, hə, karusel Ay, akvarium. sağ ol. Düzdür, bu mən dedim, eybi yox. Bir gözümüzcüğümüz olsun. Siz mənə deyin görüm. Deməli, əgər şagird BSG-yə gəlmirdisə, hansı addım atılırdı? O üzürlü səbəbdirsə, üzürlü qayıb yazılır. Aha. Yəni vaxt verilir, sonra yenidən gəlib yazandan sonra qiymət ora yazılırdı, amma üzürlü qayıb. O qeyd olunur. Yaxşı, situasiya uyğun sual verirəm. Şagird dərsə gecikdiyi zaman hansı addım atılmalıydı? Şagird, yəni dərsi pozmadan müəllim, şagird sakitcə gəlib oturmalı. Yəni dərs bitəndən sonra müəllim, yəni dərs vaxtı yox, dərsi pozmamaq üçün. Dərs bitəndən sonra fərdi şəkildə gecikməsinin səbəbini öyrənə bilər. Aha. Siz mənə deyin görüm, müəllim şagirdlərə düşünmə vaxtı nə üçün verir? Çünki həm zəif şagird, həm də güclü şagird, yəni daha çox, yəni məsələn zəif oxuyan şagird əgər düşünmə vaxtı verilməzsə, onsuz da passiv şəkildə qala bilər də, yəni fikrini ifadə edə bilməz. Yəni fikirləşəcək ki, onsuz da müəllim, yəni güclü bilən deyəcək, mən onsuz da vaxt olmasa, vaxt verilməsə mən
fikrimi bildirə bilməyəcəm. Bir növ, yəni zəif öyrənmə, yəni zəif şagirdə passiv qalacaq da. Yəni hamıya eyni vaxt verilməlidir ki, zəif şagird də dərsdə aktiv ola bilsin. Geri bir növ passiv şəkildə qalmasın. Yaxşı. Deməli, orada nə var başqa qoyuyorum. Müəllimə, siz MİQI sertifikasiyaydınız? MİQ müəllimə. Hə, bildim. Yaxşı. Başqa nə verim orada? İş təlim formalarına verib. Hə. Diferensial təlim nəyə deyilir? Diferensial, yəni şagirdlərə hər kəsin öz səviyyəsinə uyğun şəkildə, yəni hamısı zəifdirsə zəif, güclüsə güclü. Yəni hamıya eyni səviyyəli tapşırıq vermək düz deyil də. Ay, sağ ol. Səviyyəsi uyğun olmalıdır. Şagird summativ zamanı köçürdürsə, amma müəllim buna əmin deyilsə, neynəsin? Köçürürsə müəllimə 0 yazılmalıdır. Amma müəllim buna əmin deyil amma tələ sualımızdır. Əmin deyil hələ müəllim buna. Neynəsin? Yəni bir ilk öncə əminli dəqiqləşdirməlidir müəllim bunu. Ona nasıl 0 verməlidir axı? Müəllim bunu dəqiqləşdirdikdən sonra şagirdə 0 verə bilər. Əmin deyilsə bəli. Əmin Aha, deyilsə əmin bəli. deyilsə. Və qayıdıb situasyonun sual düşə bilər kurikuluna. Bax, bu ilin gözlənilən suallarındandır. Hansı yollarla müəllim buna əmin ola bilər? Düşünərsiniz gedib. Belə bir sual verirəm. Deyirəm ki, qrup işi zamanı şagirdin biri hamının işini özü görür. Heç kimi iş görməyə qoymur. Özünü aktiv şagird kimi göstərir ki, qoy müəllim desin ki, ən aktiv şagird budur. Deyin görün bu şagirdə qarşı müəllim olsanız hansı addım atarsınız? Şagird Bax, bir də verirəm sualı, qəbul sualımızda. Qrup işi gedir, qrup işindəki uşağın biri, 5 uşaq varsa, yaxşı hamısının işini özü görür. Uşaq yəni zəifin də işini, orta oxuyanın da işini, bütün işi özü görür. Uşaq bunu ona görə eləyir ki, müəllim desin ki, gör bu uşaq nə aktiv uşaqdır. Siz müəllim olsanız, bu şagirdlə necə davranırsınız? empatiya qurmağa çalışaram müəllimə. Şagird yəni bir növ ünsiyyət problemi var da şagirddə. Çünki digər şagirdlərin belə bir növ egoist münasibət bəsləyir. Ha, nə edirsiniz o uşağa? Nə deyirsiniz? Fərdi şəkildə danışaram. Aha, Yox, əgər bir nəticə vermirsə, psixoloqa yönəldərəm. aha. Daha sonra yenə də nəticə verməsə valideyni ilə danışaram. Ayaqki sualıma cavab verin görüm. Şagird götürdürsə, yəni götürdürsə, müəllim yəni buna şübhələnirsə, müəllim neynəsin? Müəllim o şagirdin məncə biliyini yoxlamaq üçün müəyyən tapşırıqlar verə bilər. Götürdüyünə müəllim əmin olmalıdır. Ondan sonra hansı yollarla yoxlaya bilərsiniz ki, uşaq götürdürmü, götürtmürmü? Bax, bunu istəyirəm. İstəyirsə suallarımızın bu gözlənilən suallarımızdandır. Nəyi demişəmsə, son 2 ildə düşür. İndi hər il düşür ki, uşaq götürdür, neyniyək? Bu il məncə düşəcək ki, müəllim necə əmin olsun ki, bu uşaq götürdür ya da götürtmür? Necə əmin olsun? Necə bunu yoxlayarsınız? Mən onu ancaq müəllimə tapşırıqlar verməklə də səviyyəsini, əgər onun Summativ zamanı bu uşağa ayrı tapşırıq verirsən ki, sən görə götürdürsən yoxsa yox, yox. ayrı summativ həmin vaxt deyirsiniz. Nə, yox, summativ zamanı olsun, bəli. Görsən, test sualımızı gəlib fikirləşərsiniz müəllimlə. Nümunə qəbul sualımızdır. Cavabınızı gözləyəcəm. Yaxşı. Xumar xanım, yaxşıyıq, amma yəni dərs konkret əsnəməyi yaxşıyıq. Maşallah. Təkrarımızı müəllimlər ümumiyyətlə hamısı elə bir neçə illik müəllimlər idi, amma sadəcə 4 ayda öyrənmişik. Gözəl. Çox sağ ol Xumar müəllimə. Sağ olun müəllimə. Jalə müəllimə gəl. Müəllimə çıxmayın, çağıracam amma narahat olmayın. Jalə xanım da gələcək, Aytaç xanım da gələcək. Böyəcəm, kim qalsa hamını çağıracam. Arzu xanım, ötən dərs siz danışmadınızmı, yoxsa mənə elə gəlir? Amma eyb yox, çağıraram. Ülkər xanım Ben buradadırmı? ikinci gün danışmışam müəllimə. Hə, müəllimə, bu il artıq müəllimə Hə, davamında çağırırıq. oldu, mən də başa Çıxmayın, düşdüm. dinləyin. Yəni inciməyin, yəni birisi də mən sizi çox istəyirəm. Yo, İlk yo, məndən mən siz. estağfurullah, o Amma nə o qaydanı sözdür. pozmaq istəmirəm, üzrlü sayın. Müəllimə, Çox növbət sağ dərs olun. birinci birisi sizi çağıracam, yaxşımı? Baş üstə. Mütləq. Jalə xanım, gəlirsiniz? Müəllimə, mən Jalə. Həsənli Jalə, bəli, Jalə siz. Bir də siz Jaləli qaldırırsınız. Buyurun müəllim. Hə. Fəndimiz nə idi? Biologiya. Biyologiya, filologiya? Bio. Hə, biyologiya. Biologiya. Yaxşı, başlayaq.
Belə birinci bu ilk dərsimdən bağlı sual verəcəm. İlk öncə bilirsiniz ki, yaxşı. Belə bir sual verirəm. Biraz əvvəl keçmişik. Deyirəm ki, müəllim şagirdlərə deyir ki, belə qaydaya gedirik ki, bütün məməlilər istiqanlıdır. Hansı düşünmə forması var? Bu xüsusidən ümumiyyədir müəllimə. Xüsusiləşdirib ümumiyə aparırsa, deməli, burada Oxşuyur adı özünə. Ü və özünə İmo- oxşuyur. Ay sağ ol. induktivdir. İnduksiya, ay sağ ol. Düzdür. İnduktiv düşünmə. İnduktiv, bəli. Düzgün. Deyirəm ki, müəllim, deyirəm şagirdin biri 4-cü qrupa hazırlaşırdı. Keçən il biologiyanı yaxşı oxumamışdı deyə aşağı bal yığmışdı. Bu il ən çox diqqətini biologiyaya vermişdi. Bu şagirddə hansı düşünmə forması var? Deməli, şagird 4-cü qrupa hazırlaşırdı. Keçən il az bal yığmışdı. Aha. Bu Ona il görə bu il bilir ki, yaxşı oxumalıdır da biologiyanı. Daha çox biologiyaya üstünlük verir bu il. Aha, Yəni sanki bir təcrübəli yığıb, başına yer gəlib başmaqçı olub da artıq. aha. Hansı düşünmə tərzi var? Düşünmə forması, bəli. Praktikmi, induktivmi, deduktivmi? Praktik, artıq praktikadan keçirib də Praktik. müəllimə. Ay sağ ol, praktik. Bir dəfə başına gəlib, Anladın artıq mı artıq? praktikadan Gözəl. keçirib. Bəli. Düzdür. Siz mənə deyin görüm. Şagird. Biologiya dərsində dərs zamanı insanın ürəyinin gün ərzində neçə dəfə vurduğunu hesablayır. Burada hansı inteqrasiya var? Biologiya dərsində bu biologiya ilə riyaziyyatın inteqrasiyasıdır. Çünki hesablamanı biz tənasüb üsulu ilə Ay sağ ol. apardıq. Fəna Adətən dərs. ona görə fənlər arasıdır. Ay sağ ol, düzgündür. Müəllim şagirdlərə dərsin başlanğıcında bildirir ki, bir də vuruq sualı. Deyirəm ki, müəllim şagirdlərə dərsin başlanğıcında deyir ki, biologiyadan növbəti tapşırığınız evdə tutaq ki, heyvanlara aid slayd hazırlamaqdır. Tapşırığı verdikdən sonra başlayır şagirdlərə dərsdə bitkilərə aid məsələ hesablatdırmağa. Və şagirdlərlə dərs zamanı bütün bitki növlərinə aid, onların uzanmasına aid məsələ hesablatdırır. Burada hansı inteqrasiyalar var? Dərsin girişində bu fənn üstünü verdi evə. Evdə bunu artıq şagird evdə eləyəcəksə, bu Bəli. fənn üstüdür. Müəllimə, Amma dərs zamanı deyirəm, dərsdə hansı inteqrasiya var? Verdi, qurtardı. Hələ uşaq bunu hazırlamayıb. Bu hesablanma yenə də bizdə riyaziyyatla əlaqəlidir, olacaq fənlər arası. Ay, sağ ol, bax, dərs zamanı deyirəm. Desəm ki, uşaq slaydı hazırlayan sonra Evə hansı gedib olur? eləsə fənn üstü. Hə, başa Və bildim müəllimə. Evə fənn üstü gedib və eləsə fənn üstüdür. fənn üstü Hə, və fənlər arası. Ay, Təbii sağ ol, ki, informatika fənlər fənni. Fənərsin inteqrasiya, düzdür. Yəni Bəli. fənlə qarışdırmayın. İnteqrasiya hamının qorxduğu mövzudur, amma yəni heç nə yoxdur bu Kitab dərsdə. müəllimə bilirsiniz nəyə görə? Bu keçən ilki biz fənn üstünü elə götürürdük. Biraz elə bil o köhnə bilik təzələnir də. O biraz o emalı vaxt alır. Hə, tamam. Yaxşı. Yəni amma keçən illərin bu dəyişdi may ayında. Yəni bizdə yəni artıq onun imtahana qədər hamı hazır idi də. Bilmirəm Mən sizə keçən demişlər yoxsa verməmişəm yox. müəllimə. Ondan əvvəlki il vermişdim, ona görə can. Hə, Buyurun. tamam, bildim. Yaxşı. Bir dənə də sual verirəm. Deyirəm ki, müəllim şagirdlərə hansı quşun, hansı ölkənin simvolu olduğunu öyrədir ki, qartal falan ölkənin simvoludur, bülbül falan ölkənin simvoludur. Bunu öyrədir. Burada hansı kompetensiya var? Simvollardan danışırıqsa bu dövlət rəmzidir. Amma Mesela? müxtəlif ölkələrin simvoludur da bu. Mədəni Aha. məlumatımızdır. Yox, müəllimə, yenə nə olsun ki, deyirəm ki, Hə, o şagirdlər, vətəndaş mövqeyi. bəli, Fəal vətəndaş bax, mövqeyi. qulaq as, desəm ki, Hə, fəal vətəndaş mövqeyi. desəm ki, şagirdlər türklərin himninə qarşı hörmətsizlik elədilər. Nə yoxdur bu şagirdlərdə? Hə, burada artıq mədəni məlumatlıq yoxdur. Bəli, türklərin himni o ayrı da dövlət şeyidir Elə də. bir ifadə, üzr istəyirəm, il keçdi müəllimə. Bu şeydir, fəal vətəndaş Bəli, mövqeyidir. amma desəm ki, türklərin o milli türküsü var, nə bilim, milli geyimi var, ona lağ eləyirlər, amma o mədəni məlumatlıqda. Yenə başqa ölkənin bayrağı, gerbi, himni hamısında fəal vətəndaşlığa aiddir də. Olmasın sənin ölkə, olsun başqa ölkəninki. Düzdür müəllim. Yəni biz öz Düzdür. ölkəmizinki qədər o birlərlə özümüzünki sevməsək başqasını növbətə yeyə bilmərik. Belə bir şey var. Bəli. Şahinə xanım, Mən bir də bir şey soruşa bilərəm sizdən, üzr istəyirəm, bilirəm vaxtınız qısıtlıdır. Bizdə bir bölmə var, yuxu. Biologiya müəllimləri bunu bilirlər də. Mən də bilirəm, Məsələn, biz deyirik ki, məsələn, dərin yuxu, lənk yuxu fazasında tutaq ki, yatan insan rəngli yuxular görür və ya serial kimi də davamlı yuxular görür. Bu zaman biz burada abstrakt düşüncədir bu, real olmayan düşüncəyə bağlayırdıq bunu.
Vallahi bilən baxım. Amma sən insan belə bir şey var ki, deyir insan həyatda görmədiyini yuxuda görmür də. Sən yuxuda olmayan bir şey görmürsən. Sən yəqin ki, bunu realda görmürsən ki, onu yuxuda görmürsən də. Desəm ki, yuxuda nə bilim, üzr istəyirəm. Desəm ki, yuxuda sevgi nə olduğunu hiss edir, kimisə sevir, o olar abstrakt. Amma yuxuda seriala baxır. Serial televizorda olur. Sən gördüyün bir şeydir də, serialdır da. Nədir ki bu? Artıq o niyə Məsələn, serial xarakterli yuxular, yəni davamı olan yuxularda insan var deyir ya, filan şeyi gördüm yuxumda, yatdım durdum davamını gördüm. onda ardıcıl olacaq vəbşi. Ardıcıl olacaq. Onda ardıcıla gedir. Amma qəşəng sualdır. Yəni düşünürəm sual olacaq. Bizdə biraz o mövzu, hə də biraz biz ümumiyyətlə o mövzu tam öyrənilməmiş Yəni bir abstrakt mövzudur. bilirsən nədir? Bax abstrakt bu bax nə deyirəm? Bax bu Olmayan da ədalət. tuta bilmədiyin, görə bilmədiyin, Bəli. belə deyim. İndi yuxuda görmək ola düşünməmişəm bu haqqında. Baxaram, düşünürəm. İndi bir an üst dəst kəsmişəm. Nə beynim, nə ağlım üstündə deyil. Mən elə Ancaq belə bilirəm düşünərəm. bu il bizə oradan gələcək, bilmirəm. Yaxşı, mən özünü qorxusuna Bəlkə görə. də özümü çox Mən sizin fikirləşirəm çətin onu. düşmür. Yəni filologlara qədər çətin olmur sizin, ki, narahat olmayın. İnşallah müəllimə, Bizdə hər fən inşallah. hamıya özü görə çətinlik olmasın. Amma yenə gördüyüm qədərlə 90% sizdə olurdu. Amma filologlarda o heç vaxt olmur. Ona görə deyirəm ki, rahat olur, qismən rahat olur. İxtisas Allah müəllimiz kimdir? İxtisas müəlliməm Şəbnəm müəllimə. Mən o Şəbnəmi eşitmişəm, bilmirəm kimdir, amma Eyvazova tapmıram Instagramda. 4 Görməmişəm. dəfə Şəbnəm Eyvazova müəllimə 4 dəfə deməli birinci olub, Respublika birincisi olub onun müdavimləri. Yeganə müəllimədir ki, ilk 4 nəfər onun birincisi olub. 4 il qalıb. Bəs niyə tanınmır? Çünki o çox reklam, Hə, mənim kimidir də biraz yəqin ki. hə, biraz o qapalıdır. Hə. Hə, amma sizin kimi elə həftədə 6 dəfə dərs var. Harda, hansı qrupda dərs keçir? Link inansız siz ona deyirəm, onu sizə. Hə, Deyirəm maşallah. kurikulum müəllimimizdə belədir. Eşitmişəm onun adını, yəni amma Şəbnəm tapmamışam. Bəli. Ondan, Yekdir. o mənim müdavimlərim çoxdur ondan. Bu da bayaq Füzuli müəllimi, o müəllimidir. O biri qrupundan bir 5-6 nəfər var. O biri qrupu da Allah'ım. Nərmin xanım var o tərəfdən. O ən birinci, o hamını yığıb gətirib mənim qrupuma. Bilmirəm indi onun tanışı yoxsa yox. Həsənli Nərmin var. Ha, hə, o digər ay, Hə. o sizdəki kimi də sentyabr qrupu var, oktyabr qrupu Hə, o var, mənim yanvar yaxşı, o ən yaxşı. O mənim oktyabr qrupundandır. Nərmin xanım, bəlkə də bu da var, bilmirəm. Yəni o çox adam gətirib mənə oradan. Ondan eşitmişəm ki, bu Şəbnəm kimdir? Bildim, tanıyaram yəqin ki, tanış olaraq bilmirəm. Amma tapmamışam Instagramda. Hə, O mən şəxsi reklamı olanlar hesabım. çoxdur. Reklamı olanların nə bilim, yəni deməyim ki, maksimum olub, yox. Yox, məmə, o yeganə insandır ki, bu yaxınlarda onu televiziyada, radioda dəvət elədilər. Biraz gec kəşf elədilər onu, təəssüf ki. Mənə də o gün yazmışlar. Xəzər TV-dən dedilər, gəl, dedim, gəlmirəm. Dedim, Normal gəlmirəm. Fidan xanım, gəl. O da indi deyir indi ulduz olmaq xəstəliyini Hə, yox, mən də istəmirəm, sevmirəm. Yəni, onsuz tanınan adam tanınacaq. Yəni, reklama ehtiyac yoxdur ki. Hə, məmə, o da, yəni belə deyim də biologiya müəllimləri arasında ilkdir. İlk Hə, maşallah olsun. yolunda. Yox, İnşallah əsas, yəni, o bir dənə qız var, biologiya, uzun saç, düz saçı var. Adını bilmirəm. Fərdə müəllimə, Kim? Fəridə müəllimə. Hə, Fərdə. Onu çox eşitmişəm. Çox ondan müəllimim olub. Amma onu Şəbnəm xanım tanımıram. Bildim, məsələn, uzun oldu. O biraz haqqına girdi. Sonra danışayıq biz sizdən. Fidan xanım gəl. Fidan xanım bezmişdi artıq. Qaçırdı. Çağırıram. Fidan xanım da gəlir, Malə xanım da gəlir, Aytaç müəllimə də gəlir. Üçünüz də gəlirsiniz. Kim əl qaldırıb hamı gəlir. Fidan xanım fəndimiz nədir? Azərbaycan dili ədəbiyyatı. Hə, siz o fidansız, bildim. Başlayaq Fidan müəllimə. Bir də bir sual verirəm sizə. Deyirəm ki, şagird boş vaxtlarında kiçik həcmli əsərlər yazırdı. Bu şagirddə hansı düşünmə forması var? Burada demək yazırdısa qeyri-verbal. Müəllimə, bax, qurban sizə demirəm, düşünürdü. Artıq sən yenə bunu yazdın da, bu vərəqdə də olsa var. Beynindən keçəni yazdın. Ha dedin, ha yazdın. O əsər sən beyninə gəlir, düzdürmü? Əsəri danışdırırsan, yenə ağzından çıxır. Amma mən yenə yazdın da. Yazanda da yenə sən o gözün qabağında olur. O səsin çıxmamı var da bu. Desən ki, əsəri beynindən keçirdirsən, o məndə qeyri-verbal olur. Bu verbaldır da. Bu ədəbiyyatda xanım, bu ədəbiyyatda desəm ki, uşaq riyaziyyatda misal yazır, diaqram çəkir, şəkil çəkir, o qeyri-verbaldır. Amma bax bu istisna haldır. Bilirəm, hamı qarışdırır ki, ay müəllim, səs çıxmır. Amma deyirəm ki, nə olsun ki, ədəbiyyatçıdır bu uşaq. Əsər yazmaq və ədəbiyyat fənni, ədəbiyyat sevmək, verbal düşünməyə aiddir. Bu söz sizə 1, 2, 3. Bundan sonra
üç yerdə lazım olacaq. İlin axırına qədər. Birincisi, bax, bu həbis nəyə aiddir bizdə? Deyirik ki, verbal bullying. Biz uşağa deyirik ki, dərs zamanı, bunu da bilənlər bilir. Deyirəm ki, kimsə kiməsə sözdən uzun qulaq deyirsə, o da verbal bullying sayılır. Uzun qulağı vərəqə yazır ki, uzun qulaq. Onu qoyur sumkasına, o da verbal bullying gedir. Amma uzun qulağın şəklini çəkirsə, bax, o qeyri-verbaldır. Bu da uşaq əsəri danışırsa, bu da verbaldır. Yəni uşaq bu əsər bunun beynində qalmır da. Əsəri tökdü vərəqə. Bu da verbaldır. Aydındır? Bəli. Amma desəm ki, misal məsələni çertiyoş çəkir, onun üzərində eləyir. Amma bu da yazı falan axı yoxdur. Bu da sadəcə uşaq diaqram çəkmişdi. Məntiq eləyir, nəsə eləyir. Bəli, o da qeyri-verbal aiddir. Nəyincə qeyri-verbal? O olur məntiq təfəkkürün, nə bilim, elə məntiqin elə qeyri-verbal olur. Elə məntiqin sırf özü olur da, bunu demək istəyirəm. Vida xanım, belə bir sual verirəm. Deyirəm ki, uşaqlara deyirsiniz ki, təsəvvür eləyin ki, 5-də azmısınız. 5-dən hansı yolla xilas ola bilərsiniz? Şagirdin biri buna bir həll yol tapır. O da elementar, fərqli bir həll yoludur. Bu uşaqda hansı düşünmə forması var? Bu produktivdir. Fərqli üsullar, fərqli yol tapır. Yaxşı, fərqli olsun, düzgündür. Bəs uşağın biri bir neçə həll yol tapır, çoxunu da götürür, hamısını da götürür ki, mənim hamısı lazım ola bilər. Bu artıq çoxlu həll yoldusa, bu artıq divergentdir. Ay, sağ ol. Bəs uşağın biri heç yerdə olmayan fərqli bir həll yol tapır. Bu produktivdir, müəllimə. Bu da produktiv. Amma bayaq demişdim ki, bir həll yol tapır. Amma deməmişdim bunu özü qurmuşdu. Ola bilər bunu, nə bilim, kitabdan oxuyub deyirdi. Ola bilər ki, bunu, nə bilim, nəsə götürüb deyirdi. Ya da deyirdi ki, konvergentdə kiminsə fikrini də deyə bilərdi uşaq. Aydındır? Tamamen fərqli özü qurursa, olur produktiv. Amma işlənmiş bir həll yol götürürsə və yaxud da kimdənsə kitabdan götürürsə, o olur konvergent. Aydındır, yoxsa yox? Bəli, bəli, aydındır. Yaxşı. Belə bir sual verirəm sizə. Deyirəm ki, repressiya qurbanlarımızın ilk qurbanı Əhməd Cavad olmuşdu. Sonra Hüseyn Cavid, sonra Mikail Müşfiq. Su gətir. Hansı düşünmə forması var? Burada ardıcıldır. Çünki ardıcıl deyirik də, ilk Əhməd Cavaddır. Yəni bunların yerini dəyişsək artıq pozulur da, sistemli olmur. Ardıcıldır. Ay, sağ ol, düzgündür. Qoy ver bura, ver lazım olacaq. Deyirəm ki, deməli, buna aid verdik ki, sən bəyə əvvəl özlərsinizə. Deyirəm ki, müəllim şagirdlərə Xurşudbağın Natəvanın yazdığı əsərlər haqqında məlumat verməsini istəyir. Deyir mənə, Natəvan əsərləri haqqında danış. Natəvan harda böyümüşdü, harda boyamışı satmışdı, onun əsli nəsli kim olmuşdu. Bunun haqqında da məlumat ver. Hansı inteqrasiya var? Demək, harda doğulmuşdu bu demək, əsərləri haqqında. Tarix kitablarına Bu keçir. artıq fənlər arası. Bəli, tarix kitablarına keçir də onun haqqında. Bəli. Şuşada böyümüşdü, Bəli. kim olmuşdu, ailəsi kim idi və əsərləri. Deyirəm ki, müəllim şagirdlərə tutaq ki, hansı əsərlərimizə hansı musiqilər bəstələnmişdi, ad necə dəyişmişdi, onun haqqında məlumat verir. Burada hansı inteqrasiya var? Demək, burada da fənlər arası. Fənlər Çünki arası. əsərlə, bəli, musiqi. Deyirəm ki, şagird türk şairi şeirini oxuyur və şeiri oxuyandan sonra deyir ki, türklərin şeirləri bizim əsərlərin yanında çox deyir cılız qalır. Bu şagirddə hansı kompetensiya yoxdur? Mədəni məlumatlıq. Gözəl, mədəni məlumatlıq, düzgündür. Deyirəm ki, şagird eşidir ki, tutaq ki, yox, deyirəm şagird gedir xarici ölkəyə və getdiyi xarici ölkədə Azərbaycanın maddi irslərini sayır. Maddi Artıq irsimiz haqqında burada məlumat verir. Hansı kompetensiya var? fəal vətəndaş mövqeyi. Maddi irsimiz. Bax, milli maddi irsimiz, Qobustan Qayosu rəsmlərdir, Şəki Xan sarayıdır, maddi irsimiz, Şirvanşah Xan sarayıdır, bunlardır. Bəli, fəal Bunlar da bizim vətəndaş mövqeyi. nəyimizdir? Fəal vətəndaş mövqeyimiz, hə? Bəli, mənə səsim gəlmədi, mən dedim onu. Hə, indi gəldi, düzəldi, eşidirəm, düzdür. Demək, Bəli, fəal vətəndaş. yaxşı, belə bir sual verim sizə. Bəs qeyri-maddi irsimizi saysa hansı olur? Hansı ki, qeyri-maddi irsimiz dolmamızdır, tarımızdır, kamançamızdır, budur. Onda hansı olur? Burada da mədəni məlumatlıq. Burada da mədəni məlumatlıq. Yaxşı.
Müəllimə, sizə bir şey deyim, müəllimə. Bu da bizim maddi irsimiz yenə axı fərdi vətəndaşlığa aid olmur. Bax, maddi irsimiz kim hansı aiddir, düzdürmü? Maddi irsimiz iki xan sarayıdır. Müəllimə, bu saray bizim ölkəmizin UNESCO tərəfindən qorunan bunlar. Maddi və mədəni irs UNESCO-nun qoruduğu mədəniyyət abidələri gedir siyahımızda, müəllimə. Ona görə bunlar fərdi vətəndaş mövqeyi getmir. Aydındır? Bəli. Bax, mən desəydim, mən bu sualı özüm düşündüm ki, bəlkə də indisin fənləmə. Mən bu sualı da kimyəçiyə verməzdim də. Deyərdim ki, hə, kimyəçi heç bilməz axı ki, maddi və qeyri-maddi irsimiz hansıdır. Dedim, indi bəlkə siz bilərsiniz. Yadınızda qalsın, maddi irsimiz maddi, yəni böyük də daşınmır bu. Şirvan şaxası, bu müsahibə sualımız həm də. Şirvan şaxası rayıdır, Qobustan qayaüstü rəsmlərdir, Şəki xan sarayıdır. Şəki xan sarayı bizim mədəniyyət nümunəmizdir. Mədəniyyət, ölkəmizin bir mədəniyyət abidəsidir, düzdürmü? Qız qağasıdır, həmçinin də ki, yəni bunun ölkə ilə bağlı heç nə yoxdur. Desəydim ki, aparsa Taxçıda bayrağımız, desəydim ki, yerimizin üstündəki palıtdan sümbül, desəydim ki, ay ulduz, o hə, siz yəni, aydındır? O da bəli, vətəndaş, bəli. Bəli. Yəni bunlar incəliklərdir də. Bunlar yəni necə deyim, tam anlasaq yaxşı olar. Bir dənə də sual verim sizə. Deyirəm ki, şair əsər yazmışdı və əsərinə fərqli bir ad axtarırdı ki, elə ad olsun ki, o indiyə qədər istifadə olunmasın. Bu şagirddə kompetensiya hansıdır? Düşünmə forması hansıdır? Burada demək kompetensiya var, savadlıq kompetensiyası da var, əsər yazmışdı. Bir də ki, sahibkarlıq var, elə əsər yazım ki, yəni heç kimdə olmasın. Bir də nəyi soruşdunuz mənə? Bir də düşünmə forması istəmişdim. Elə bir addan o heç da yerdə olmasın. düşünmə forması olaraq bu da artıq heç kəsdə olmasın. Bunu produktiv götürmək olar da. Olar. Düzdür. Yaxşı, siz mən deyin görüm. Müəllim sizə özünüz haqqında fikir bildirməyim nə sayılır? Necə mənə təkrar Mənim eləyərsiniz? sizə özünüz haqqında fikir bildirməyim ki, müəllimə, yaxşısınız, bilirsiniz, razıyam. Artıq dərsdə öyrənmişik. Siz mənə stimullaşdırırsınız da məni. Sağ ol, düzdür. Bəs bayaqki səhvinizi sizə izah eləməsəydim, hə, siz sanki düz lağat demiş kimi görsənsəydiniz, səhvinizin üstündən keçsəydim, sən eləmiş olacaqdım? Yəni səhvi deməyəcəm də, səhv eləmirsən, sən səhvi demirəm sənə. İzah eləmirəm səhvini. Burada Deyirəm, hə, artıq yaxşı, düzdür. burada şəxsiyyət yönümlülük pozulur. İnkişaf yönümlülük pozulur. Düzdür, çıxarılıb dərs o qədər dəliliyyət edəcək. Yəni mən artıq sizi burada inkişaf etdirmirəm də. Yola verirəm ki, hə, düzdür. Amma mən səhvi deməliyəm, izah eləməliyəm, aydındır. Bəli. Ətəz deyirəm, Fidan xanım, yaxşıyıq. Yenə deyirəm, həqiqətən Feyval qrupumun müəllimləri elə bil ki, o Oktyabr qrupu müəllimləri davamçısıdır. Oktyabr qrupu mənim hamısı sıfırdan başlayan müəllimdir, o Nərgiz xanımcığın qrupu. Bugünkü gündə onlar artıq mənə sual hazırlayırlar. Mən onlara belə göz yumulu arxayınam ki, sabah belə imtahan olsa, minimum gedib inşallah ki, biraz indi təkrar da lazımdır, yenə təkrar lazımdır. Gedib ən azı bir minimum 15 nümunəsi hazırdır. Bax, mən sizin qrupdan da 10 gözləyirəm. Bu müəllimlərimdən də. Sağ İnşallah olun mənə Fidan çox xanım, sağ olun. inşallah. Lalə xanım gəlir. Lalə xanım gəlir, sonra Aytaç xanım gəlir. Lalə xanım fəndimiz nədir? Salam müəllimə, axşamınız xeyir. Axşamınız İbtidai təhsil. İbtidai müəllimə. yaxşı. Tamam. Heç sual cavab olunmamışıq. Xeyr, biraz çəkindim. Ha, tamam, gəlir. Deyirəm ki, şagirdin biri hansı qrupa verəcəyini bilmir, bütün fənləri oxuyurdu. Şagird çox yaxşı lüğət ehtiyatına malik idi, söz ehtiyatına malik idi. Bu şagirddə hansı kompetensiya var? Savadlılıq. Sağ ol, düzdür. Deyirəm ki, belə bir sual verirəm. Deyirəm ki, şagird risk alırdı. Risk almaq hansı kompetensiyaya aiddir? Risk almaq sahibkarlıq. Sağ ol. Düzdür. Düzdür. Yaxşı, belə bir sual verirəm. Deyirəm ki, uşaq kiməsə dəstəkləyici mühit qurmaq hansı kompetensiyaya aiddir? Dəstəkləyici mühit. Aha. Kompensasiyaya aiddir. Dəstəkləyici mühit. Kömək edirəm. Aha. Dəstəkləyici mühit, məsələn, empati ilə yanaşmaq, dəstək olmaq, nəzakətli olmaq. Hər şəxsi sosial öyrənmək. Sağ ol, düzdür. Şəxsi sosial öyrənmək, düzdür. Öyrənmək. Yaxşı. Siz mənə deyin görüm.
Deməli, belə bir sual verirəm. Deyirəm ki, tutaq ki, siz şagirdlərə evdə yarpaqlardan fərqli bir tutaq ki, əl işi hazırlamağı tapşırırsınız. Uşağa yarpaqlardan əl işi hazırlamağı tapşırırsınız. Burada hansı kompetensiya var? Hansı inteqrasiya var? Yarpaqlardan əl işi hazırlamaq fənlər arasında texnologiya fənnindən əlaqələnir. Amma fən üstü deyil. Niyə? Çünki hələ hazırlayıb gətirməyib də tapşırır. Oysa deyirəm ki, evdə hazırlayırsa uşaq hansı olur? Artıq fənn üstü olur. Düzdürmü? Hazırlayıb gətirsə, bəli, fən üstü olur. Deyirəm ki, müəllim şagirdlərə seçim haqqı verir ki, hansı esseni istəyirsinizsə onu yazın. Müəllim şagirdlərə nəyi tətbiq eləyir? Şagird yönümlülük. Onlar Hə, maraq sağ ol. tələbatını Düzdür. nəzərə alır, seçim haqqı Düzdür, verir. gözəl. 5 qızıl qaydamızı say. Şagirdin səhvi varsa onu sinif qarşısına müzakirə eləmirik təklikdə. Bullying hadisəsini qəti görməzlikdən gəlmirik. Daha sonra şagirdlərdə fərq qoymuruq. Unutdum. Bir də ancaq yalnız təkcə bu ifadələr kurikulumda 95% yanlış olur. Yəni ki, bunları götürmürük. Biri qaldı. Həyəcandan unutdum. Yaxşı, düzdür. Bir dənə də sual verim sizə. Siz mənə deyin görüm. Deməlidir. Şagirdləri və müəllimlərin vacib əməl etməyə olduğu addımlar hansı idi? Yəni şagirdin məcbur olduğu hansı idi? Şagirdin vəzifələri də yəni eləməli. Sağlam həyat tərzi sürməlidir şagird. Dərslərini vaxtında yerinə yetirməlidir, vaxtında gəlməlidir, ev tapşırıqları həll olunmalıdır. Bir də içkidir, siqaretdir, bu cür alışqanlıqlara olmaz, qəti şəkildə olmaz. Müəllimlər üçün də vacib olan, yəni ki, vəzifələri olan şagirdə yüksək təhsil vermək, sertifikasiyadan keçmək, şagirdlər arasında fərq qoymamaq, belə. Şagirdlər arasında fərq. Var başqaları biraz. Yaxşı, müəllimlərinki hansı oldu bəs? Müəllimlərinki internetimiz zəifdir yanına görə. Müəllimlərinki sertifikasiyadan keçmək, davamlı təhsilini artırmaq, daha sonra şagirdlər arasında fərq qoymamaq, şagirdə yüksək təhsil vermək, bacardığı qədər yüksək təhsil vermək, bullying hallarının rastlaşdığı zaman göz yummamaq. Ay, sağ ol. Düzdür. Lalə xanım, çox sağ olun. Yaxşıyıq, minnətdaram. Təşəkkür edirəm. Sağ ol. Həyecanlanmayın. Nə var ki, bu da mənəfsizsiz. Kimi ki, hamısı bizim kimi sıfırdan başlayanlardır. Nə var ki, narahat olmayın. Nə bilim, nəsə Gəl. kurikulum biraz çəkiniz. Müəllimə çətin deyil. Lalə xanım, öyrənməmisiniz heç? Testi niyə mənə atmırsınız? Ben atmamışsınız da görürəm. Mən müəllim. Bugünkü zəif yazmışdım. 17 Zəif suallığı. düzdür. At mənə olsun ağanı. Zəif olsun, onu da görəcəm onu girəndə. Yəni problem yoxdur. O da ki, səviyyəmizi bilək. Üzərimizdə işləyək. Yaxşımı? Karakteri dinləyək ki, saatlıq dəstəyik. 21 il 15 dəqiqədən sonra 3 saat olacaq ki, biz dəstəyik. 2 saat deyib 3 saat keçirəm mən səndən. Nə istəyirsiniz? İndi valideynləri məni öldürəcək. Allah razı olsun. Sağ olun. Aytaç xanım, gəl. Salam müəllimə. Salam Aytaç xanım. Müəlliminiz nədir? Coğrafiya. Coğrafiya. Belə bir sual verirəm. Deyirəm ki, müəllim şagirdlərə coğrafiya dərsində tutaq ki, ölkənin şəhər və kənd əhalisini müqayisə eləməyi tapşırır. Hətta deyir ki, bunu diaqramla müqayisə edin. Azərbaycan şəhərlərindən, kəndlərində nə qədər əhali var, əhalinin sayı nisbətini atıram da sualı. Bilirəm, elə bir şey yoxdur. Bunu istəyir. Burada inteqrasiya hansıdır? Burada düşünmə forması hansıdır? Fənlər arası inteqrasiyadır. Aha. Düşünmə forması da Diaqramı düzəldirsiniz. diaqram düzəldiriksə Diaqram üzərində işləmək. Diaqram yox. Bax, diaqram üzərində işləmək. verbal. Qeyri-verbal. Ay, sağ ol. Gözəl, düzdür. Qeyri-verbal. Əla. Düzgündür. Siz mənə deyin görün. Bir dənə bu sual verin. Bu sualı heç kimə verməmişəm neçə gündür. Müəllim şagirdlərdən zarafat bilib ləhcədən danışırsa, müəllim şagirdlərin sanki ağzına yeyirsə, müəllim nəyi pozur? Müəllim onda Etimizdə var idi. Yazdırmışam yuxarısında. nə də var idi müəllimə? Hə. Şəxsiyyət yönümlülüyü.
Yox, mənə davranış pozur müəllim. Demişdik ki, bax, bir də bunun üçün kimi yazdırmışam. Müəllim əgər şagirdlərlə zarafat etdiyini düşünüb, nəsə ilə danışırsa, uşağın sanki ağzına yeyirsə, bu zaman müəllim nəyi pozur? Mədəni davranışı pozur. Yaxşımı? Bəli. Yaxşı, siz mənə deyin görüm, öz fənninizə uyğun dəstəkləyici bir necə qurarsınız? Hə. Məktəbdə demək olar ki, bəzi avadanlıqlar yoxdur. Xəritələrlə, qlobuslarla, teoriya ilə, müxtəlif ölçü cihazları ilə gətirərəm uşaqlara dərs keçən zaman onlardan istifadə edərəm. Sonra dərs vaxtı müxtəlif ərazilərə gedib orada ölçü işləri apara bilərik. Sahələri ölçüb onları xəritəyə köçürə bilərik. Aha, Otağın kvadratın kubunu ölçə bilərik. Ona uyğun nisbi mütləq rütubətləri çıxara bilərik. aha. Yaxşı, olsun, düzdür. Siz mənə deyin görüm, siz mənə deyin görüm. Əgər müəllim şagirdə deyir ki, tutaq ki, Azərbaycanın dağətəyi meşələrində olan ağac növlərini araşdır, bitki örtüyünü araşdır, bitkilər nə üçün seyrəkdir, bunun səbəbini izah elə. Hansı inteqrasiya var? Nə üçün seyrəkdir? Elə bu fən daxilidir. Müəllimə bax, bitki örtüyü, dağ, bitki örtüyü, bitkinin yazı olduğu, bitki hansı fənnindir? Biologiya ilə. Bizdə də Ay, sağ ol. bitkilər var, ona görə mən Amma seçdim. ən çox bitkilər biologiya fənnində, Hə, ən çox belə qalanda fən hər yerdə mühəndisi. deyək ki, hər yerdə məsələ var. Ay, sağ ol, biologiya fən rəsmə aiddir. Siz mənə deyin görüm, əgər şagird tutaq ki, deyirəm ki, şagird yaşıl ekoloji adı nə idi? Nə idi bundan qabaq şeyimizin resim fəndən bağlı idi? Nə idi ona da yallah? Yaşıl həmrəlik idi, belə bir il var idi. Hə, Hə, deyirəm ki, indi şagirdlər o addan bağlı bir layihə işi hazırlamalıdırlar. Hətta hazırlıqları layihəni slaydlardan təqdim eləməlidirlər və bunu Facebookda paylaşmalıdırlar. Burada hansı kompetensiya var, hansı inteqrasiya var, hansı bacarıq var? burada hansı bacarıq var? Bir dəqiqə, hansı kompetensiyadır? Rəqəmsal savadlılıq, Aha, sonra kompetensiyalar dedim. O biri nədir? Media savadlılığı. aha, ay, sağ ol, bunu istəyirdim, düzdür. Bir İnteqrasiya də bəs? inteqrasiya fənlər arası. Aha, İnformatikada var işin içində, coğrafiyada var. fənn üstü, bir də fənn arası inteqrasiya olacaq, düzdürmü? Artıq Fənn hazırlayıblarsa, bəli, fənn listi var. Müəllimə, layihə yazıda qalsın. Layihə işi həmişə heç vaxt bir il olmur. Layihə işinə mütləq ən azı bir ay, ən azı bir ay lazım olur. Layihə işi həmişə fənn üstü inteqrasiyaya aiddir. Hə, mən elə bildim siz deyirsiniz ki, hazırlasınlar. Hə, yox, hazırlasalar da. Hazırlayıb artıq uşaqlar bunu. Hazırlayıbsa deyirəm, yaxşı. Fənn üstü inteqrasiya da var. Burada informatika fənni də olmalıdır. Ona görə də olacaq fənn arası inteqrasiya da fənn üstü inteqrasiya. Siz mənə deyin görüm, siz mənə deyin görüm. Əgər şagird tutaq ki, getdiyi ölkələrdən onların tutaq ki, milli geyimlərindən kolleksiya yığırsa, hansı kompetensiyaya malikdir? Milli geyimlərdirsə, mədəni məlumatlılıq. Nəysə, o düzgündür. Deyirəm ki, müəllim şagirdlərə deyir ki, belə qənaətə gəlmək olar ki, bütün inkişaf etmiş ölkələrin neft və qazı var. Düşünmə forması hansıdır? Ümumidən xüsusiyə gedir də. Yox, bütün inkişaf etmiş ölkə deyir, belə qaydaya gəlmək olar ki, qaydaya gedib müəllim, qaydaya. Onda nə idi o biri? İnduktiv. Bəli. Yaxşı. Ateş xanım, çox sağ olun. Təşəkkür edirəm sizə. Müəllimə heç siz sual cavab eləmişəm, yoxsa yox? Eləmişdim bu günə qədər. 3-cü günü. Keçən həftə. Hə, tamam. Ateş xanım, diqqətli olun, aktiv olun. Testlərimi dişləyib mənə atın. Yaxşımı? Mən də sağollaşıram. Sağ olun, hələlik. Həftənin 3-cü gün görüşərik. Testlərinizi, materiallarınızı indi bu gün yüklənsin kayıtbanın hamısı. Birdən göndərəcəm, gecə göndərəcəm. Yaxşı? Ən gec sabah səhər. Sağ olun. Gecəniz xeyrə qalsın. 3 saatimiz bitdi Xeyrə artıq. qalsın. Sağ olun. 3 saatdir demək olar ki.